Paşa tək issi qan olsun damarında, biganə niyə qəd ələm etsin diyarında. Fürsət tələbi qoyma otursun kənarında, naməhrəmin əfkarı xiyanətdə xanım qız, Zeynəb Paşa ol, bar şəhamətdə xanım qız. Zalimlərin ömrün daşa vurdu, başa çıxdı. Qeyrət su olub, axdı təəssüb daşa çıxdı. Bax qəhd-ü ricalə bu vilayətdə xanım qız, Zeynəb Paşa ol, bar şəhamətdə xanım qız. İlk səlamımı bu gün elə Zeynəb Paşa kimi Azərbaycan coğrafiyasının alt qatında, bəzən gizli, bəzən də açıq fəryadı ilə savaşan qadınlarımıza. Səlam olsun o qadına ki, bəlkə Zeynəb Paşa kimi dünənin küçə bazarında döyüşmür, amma bu gün düşüncə, mədəniyyət, siyasət və gündəlik həyat meydanında eyni qeyrət və şücaətlə dayanır. Səlam olsun bu gün Zeynəb Paşanın yolunu davam etdirən qadınlara, adsız, amma güclü və ümidlə dolu qadınlarımıza. Eliyar bəy, buyurun, otaq sizin elə bir harayın səsi yoxdur radiosundan. Buyurun, Eliyar bəy. Çox sağ olun və Azərbaycan ilahi bir vətəndir ki, həmişə tarixin ən çətin günlərində igid oğlanlarının meydana göndərib. Amma bu vətən xas olan tərəfi də mübarizənin ön cibhəsində qadınların qəvi huzuru olubdur. O qadınlar ki, kölgədə yox, tarixin aydın günəşində dayanıb. Bu qadınlar içində Zeynəb Paşanın adı ilk sıralarda gedir. Zeynəb Paşa xalqın içindən çıxıb və zülm və qəhətlığın xalqın boğazını sıxdığı zamanda susmadan baş qaldırıb. Bugün onun adı çəkəndə əslində Azərbaycanın türk qadınlarının qəhrəmanlıqlarından ad çəkirik. Keçən bərnamələrdə Həmidə xanımlar kimindən ad çəkdik, bu gün də Zeynəb Paşadan. Zeynəb Paşa təkcə bir ad deyil. O, azadlıq, ədalət və cəsarət bir simgəsi kimi tariximizin səhifələrində yazılıb. Çatırıq proqramımızın 44-cü təxəssüsü bərnaməmizə və bu dəfə də Təbrizin Robin Hoodu Zeynəb Paşa adı ilə siz əzizlərlə olacağıq. Bugünün tarixin xidmətinizə ərz edim və danışılacaq başlıqları. Ağustos ayının 16-sıdır, 2025, şənbə günü və bugün də birinci bölümümüzdə eşidəcəyik qadınların bölgəmizdə olan önəmli rolu və başqa mədəniyyətlərlə müqayisəsi. İkinci bölümdə İslamdan sonra müxtəlif hökuməti dövrələrdə qadının yeri. Üçüncü bölümümüzdə dünya necə qəhrəman yarata bilər və biz necə zidd qəhrəmançılıq edirik. Dördüncü bölümdə Tənbaxu nehzəti və Zeynəb Paşanın zuhuru. Beşinci, Zeynəb Paşa barəsində bizdə nə məlumatlar vardır? 6. Zeynəb Paşanın mübarizələri və sonuncu bölümdə xalq şeirləri və millət içində ədəbiyyat və Zeynəb Paşa haqda çoxlu sözlər və eşidilməyən məsaillər. Hər halda Aid Öhdürrəhim Ağbayraq xidmətində olacaq ki, Mərifə Huzurdur, yazar, Sümerluq, Azərbaycanın əski tarixçisi, araşdırmacısı və İran tarixi araşdırmacısı olublar və karikatur iftixarlarında da həddincə mən fikirəm o birisi otaqlarda da söhbət olubdur və lazım olsa özləri də buyururlar. Hər halda xoş gəldim deyirəm Kimya xanıma, xanım Döktür Məhnaz İslami və o birisi dostlara və Özgür bəyə ki, əgər söhbətdə yenə də olsa eləyə bilərik eşidək. Var olun, buyurun.
Çox gözəl. Yaşasın deyirəm Eliyar bəy. Salam. Kimi xanım başda olmaqla cənab Döktür Ağbayraq, xanım Döktür İslami çox xoş gördük bu günlərmə. Mən düşünürəm ki, elə Zeynəb paşalar da cəmimizdədirlər. Və Eliyar bəy və aşağıdakı dostlarımız və sonra hər kəs ki bu səsə qulaq asacaqdır. Mən rəval olaraq bizim səsimizi indi hardan eşitmək olur və sonra hardan tapacaqlar bu səsi, bunu yoldaşlarımızın qulluğuna çatdırıram. İndi əlan səsimiz canlı olaraq YouTube kanalından gedir. Haray TV ya Haray Radio YouTube'da yazmağını eləyə bilərsiniz. Buna indi qulaq asasınız və iki saytımızdan haray.net və harayradio.net və application radio TuneIn Radio ya yazmaqla Haray Radio orada eləyə bilərlər yoldaşlarımız səsimizi canlı eşitsinlər. Və sonra Haray Radio yazmaqla Telegramda da bu faili yenə də eşidəcəklər. Yaşasın deyirəm. Eliyar bəy buyurasınız. Çox məmnunam. Əgər Məhnəs xanım bir söhbətdə olsa, buyursunlar. Olmasa ay döktürən bayraqdan bu gün çoxlu mətləblər eşidəcək. Məhnəs xanımın əgər söhbətiniz olsa, buyurun. Çox sağ olasınız. Salam ərz eləyirəm tək-tək əzizlərə. Zəhmətlərinizdən öz növbəmdə çox-çox təşəkkür edirəm və hər saniyəsi dəyərli olan ustadımız Rəhim bəy Ağbayraq, ona xatir ki istifadə eləyək, elə bu qədərə kifayət eləyirəm. Çox sağ olasınız. Yenə də təşəkkürlər. Mən də sizdən təşəkkür edirəm. Ay döktür Rəhim bəy, buyurasınız, sizə eşitməyə hazır. Hamınız. Xoş gəlmisiniz. Eliyar bəy, xoş gördük. Əziz yoldaşlar, hər vaxtınız xeyir olsun inşallah. Və mən də bu cələsəni təqdim edirəm elə Zeynəb paşaları ki, bu səsi eşidirlər ya burada huzurları vardı onlara. Bütün Zeynəb paşaları ki, adsız, sansız çalışırlar bizim camiəmizi bu qaranlıqdan qurtarsınlar. Dəqiqən 35 il bundan qabaq olardı. Mən şanslı bir adam idim ki, Sinneçilik zamanında, yəni 16 yaşında Çuvaldızda istihdam oldum. Orada olanlar indi birazı gediblər, Ətaiyə kimi insanlar, Aşıq Qafarlar. Bəli, bir tədad da vardılar ki, hələ həyyə hazırdılar, Payguzar kimi, Əli Hamid İman kimi ya o biri yazıçılardan ya karikaturistlərdən Ağay Fatimi. Onlar xatirlərinə gəlir ki, mən orada mizim var idi, istihdam olmuşdum 16 yaşında Məcəlli Cuvalduzda. Bu şans əsərində çoxlu yazıçılar, nevisəndələri zamanında gördüm ki, mənə böyük qənimət idi. Hərçənd ki, indi bunlar çoxu yoxdular. Döktür Zehtabıdan, Ağay Səməd Sərdarniyadan, Ağay Nahid Yazərdən və o birisilər. Heç yadımdan çıxmaz ki, bir axşam, çünki orada cələsələr olardı xüsusi o Zirzəmidə. Məcəlli Cuvalduz getmişdi xanım Vəfaiçin evlərinə, Arif xiyabanında idi. Orada Zirzəmidə cələsələr olardı həftədə bir 2-3 saat gələrdilər, oturardılar gecə qaranlığacan. Orada şeir deyərdilər, mətləb irailərdilər, təhqiqlən sunardılar. Və hesablayın orada siqar tüstüsündən, istikan səsindən ki, çay içirlər və söhbət edirlər, aşığın sazından ki, bir bucaqda çalır. Mən yadıma gəlir, mən də sinitçi oğlan idim, oturardım orada, hərdən mənə də bir fürsət verərdilər, mən də bir şeir deyərdim orada öz şeirlərimlə. O guşədə bir ağ baranı bir kişi giymişdi. Başı, saçı, saqqalı ağ, uzun yadıma gəlir. Adı yadıma gəlmir. Fikrim Ağay Hüseyni idi yadıma gələn. Və bir axşam 35 il bundan qabaq dəqiqən bu şeiri başladı oxumağa və mən uşaq Şəhriyar dedim, mən uşaq nə anlayaydım. Mən çox başa düşmürdüm. Bəli, sonralar ki Zeynəb Paşanı tanıdım, bildim ki bunun haqqında danışırdılar. Şeir biraz uzun da olsa, hövsələmiz olsun bunu dəqiqən qulaq asaq üçün bu şeir neçə seri təkrar olmuşdu o zaman. Mənim dəqiq yadımdadır ki, bu şeir idi. Zeynəb Paşa əldə zopa, üz qoydu bazar üstünə. Guya ki düşmən üz qoyub orduy tatar üstünə. Çadırşəbin bağlı belə həm çırmayıb qollarını. Yaşmaq ilə tutmuş üzün həm sallanan pullarını. Tənzim edib öz nəxşəsin həm getdiyi yollarını fərman verib
yoldaşların oynatdı əğyar üstünə. Zeynəb paşa əldə zopa, üz qoydu bazar üstünə. Gəldi Əmu Zeynəddinin məscid qabağında durub, 7 nəfər yoldaşların cəm eyləyib həlqə vurub. Fatma Nisa, Sultan bəyim və Mah Şərəf baş endirib. Cani bəyim gəlmək həman əyləşdi divar üstünə. Zeynəb paşa əldə zopa, üz qoydu bazar üstünə. Xeyrünnisaya söylədi Zeynəb paşa, gəl düş yola. Ey Mah bəyim, hər kəs gələ durgin sağdan sola. Bazarı bağlatmaq gərək. Bazarı bağlatmaq gərək, ta aclığa çarə ola. Ambardarın başın yarıb, həm də çəkək dar üstünə. Zeynəb paşa əldə zopa, üz qoydu bazar üstünə. Ay şah bəyim, sən də yeri dön rastə bazara tərəf. Sən də Səfi bazarını bağlat gilən qız Mah Şərəf. Fərraş gələ, sərbaz gələ, yar başını eylə tələf. Hər kim gələ, vırrıq gilən qəddarı qəddar üstünə. Zeynəb paşa əldə zopa, üz qoydu bazar üstünə. Bu millətin hər haqqını olduqca qandırmaq gərək. Ambardarın təklifini çox yaxşı andırmaq gərək. Axırda heç zat olmasa, lap ot da yandırmaq gərək. Azuqəni yığmış qoyan dinarı dinar üstünə. Zeynəb paşa əldə zopa, üz qoydu bazar üstünə. Millət gərək hər halda rahat olub məsud ola. Nökər də hakim millətə, xəlc bu məşhud ola. Hər kim sürür millət qanın, yeksər gərək nabud ola. Vurmaq gərək, yıxmaq gərək biarı üstünə. Zeynəb paşa əldə zopa, üz qoydu bazar üstünə. Axər cavanlar bir görün bu şirdel arvadları. Siz də edin qeyrət, yıxın bir bu ev bərbadları. Zalimlər içmiş qanların gəlmir dahi fəryadları. Sən də oyan bircə atıl əşrar xunxar üstünə. Zeynəb paşa əldə zopa, üz qoydu bazar üstünə. Zaman döndü, 35 il sonra gəldim bir moriddə danışaq ki, bu haqda çox az salışıbdı və biz qəhrəmanlarımızı tanımamışıq. Bu cələsənin adını qoymuşuq Robin Hood Təbrizi. Əslən niyə biz gərək Robin Hooddan ad aparıydıq? Robin Hood bir əfsanəvi şəxsiyyətdir. 900 il bundan qabaq məsələn üz veribdi. Çoxlu nəqillər yazılıbdı. Bir nəqlin gətirib bunun kartun eləyiblər ki, bəli bu İngilistanda, Nottinghamda məsələn bir padşahi ölür, onun qərdəşi gəlir və bu Robin Hood gedir onların əmvalın alır, çünki onlar maliyyət alırlar insanlardan, zülm elirlər, sitəm elirlər. O pulları gətirir kasıblar arasında dağıdır. Amma bir əfsanəvi şəxsiyyəti, indi sizin uşaqlar, bizim uşaqlar dünya tanır. Zeynəb paşanı mikrofonu tutun Təbrizin xiyabanlarında, Ərdəbildə, Urmiyədə, Zəncanda öz Azərbaycanlılarımız tanımırlar Zeynəb paşa kim idi. Az zaman deyil, 138 il bundan qabaq Zeynəb paşa işin başlayıb və bizim nə qədər fürsətimiz var idi bunu tanıtdırmağa və ülgü yaratmağa. O xanımlar ki indi çox zahiri və səthi bir zatlarla başlarını qatıblar. Robin Hood muntaha söz buradadır. Bizim bir dənə əsasi dərdlərimizin biri budur. Robin Hood əgər dünya tanınır, به خاطر bu işi onlar eləyə bilirlər, yumuşaq davransınlar, texnikal bərxurd eləsinlər. Bizdə o cəmbə və o keşişi yaratmamışıq. Baxın, Robin Hood'u bir dənə tülkü şəklində paltar giydiribdi və Can Kuçulu, balaca Can onun yanında o ayı eləyiblər, o birsin padşahı bilmirəm şer eləyiblər, birin ilan eləyiblər. Bizdə nə qədər qabiliyyət var idi, bir dənə ali surətdə gətirəydi Walt Disney əslən sifariş verəydi, pul yığaydı, o bir kartuni düzəldəydi. Bizim qəhrəmanlarımızı, məsələn Səttarxanı, Baqirxanı gətirəydi o cür karakterlərlə, bir heyvanı karakterlərlə dünya tanıtdıraydı. Bilirsiniz, qiyamət qopardı. Bizdə biz eləyə bilmirik munətif olaq.
və eləyə bilmirik bu texnik fəzasından istifadə eləyə bilək. Mənim heç yadımdan çıxmaz neçə illər bundan qabaq Şəhriyarın karikaturunu çəkmişdim. İttifaqən qulağam daxili cildində də çap olmuşdu. İçəri özü də mahnaməsində. Mən bunu Hadiyə də vermişdim öz oğluna Şəhriyarın və bilirsiniz David Levine Amerikan karikaturistidir. Bütün növisəndələrin Amerikada karikaturunu çəkibdi. Bir siyasətmədar demişdi bir cəlsədə ki, bəs mənim karikaturum hanı çəkməmisən? Demişdi mən qələmə aludləmərəm qələmimi və siyasətmədarları çəkmərəm. Çün o texnik halətindən bir var karikatur çəkəsi mövzu, bu mövzular yox. David Levine karikaturu çehrə çəkirdi به خاطر bir ki, bir əkkası kimi bir fənnidir. Mən burada Şəhriyarı yadımdadır çəkmişdim. Sonra eşitdim ki, Şəhristan adım verməyib. Bir Şəhristandan yola düşmüşlər, gəlsinlər, məni axtarsınlar və məni döysünlər. Yəni mən به عنوان bir dənə bir şəkli ki, söyürdüm ki, qələmi eləyəm öz məfaxirimizi o cür baxmışdım və onlar bir ayrı bir şivədə baxmışdılar. Hər halda əgər Zoro olubdu, Zoro bir əfsanədir, Meksikdə bir dənə əfsanədir, nəql əsasında olubdu. Bunların vaqiətə aid tarixçisi yoxdur Robin Hood'un zadı. Amma Zeynəb Paşanın vaqiət tarixçisi vardı. İşləri bəllidir. Kasıblara köməklik elərdi, dövlətlilərdən, hakimlərdən çalardı, alardı, anbarlarını dağıdardı və qəhtiliq zamanı insanlara nicat verərdi. İndi əvvəl bəxşdə biz buna yetişək ki, əslən bizim öz təməddünümüzdə, fərhəngimizdə, məntəqəmizdə və türklər arasında xanımlara baxış nəcürsinədir. Bir vaqiəti axırda deyəcəyəm. Bunu da əvvəldə deyim. Bu da budur ki, söyək söyməyək. Qacariyyə zamanın. Çün türkdür yox, mən dif eləyəcəm Qacariyədən. Qacariyə getdi, bilmirəm, qüdrət türklərin əlindən çıxdı. Mən bu cür baxmıram. Yəni təəssüb zəbani və qovmi ilə baxmıram. Qacariyə fasid idi. Qeyr az axır hakimlər ki, Müzəffərəddin şah və Əhməd şah ki, fövqəladə modern və mütəməddin idilər ki, İranın səthindən yuxarı idi Əhməd şah. Biz bəqi şahlara baxaq, görürük zülm edirdilər. Elə bu Şahanı Qacar zamanı idi ki, fars dili təhmil oldu. Yəni tək zəbanlıq və rəsmi olsun, tədris olsun. Baxın möcüzə Şəbistəri deyir ki, dünən bir namə ilə getdim Şah İrana. Şeiri dəqiq yadımda da bu cür sunadı. Dedi Türki nمیدانم مرا تو بچه پنداری özü Türk oğlu Türkəm ma deyir Türki cəhalətdir Xudaya muzməhil qıl Ali Qacarı. Yəni o zaman bunlar başlayıblar bu şəkildə Türk fərhənginin qarşılığında dursunlar, əleyhinə dursunlar. O zaman xanımlar məhdud olublar. Söyək söyməyək. Xanımlar məhdud olublar. Biz Səfəviyyə dövründən görürük xanımlar bir şivədə gəliblər. Qacariyyə dövrəsində fövqəladə bunları məhdud ediblər az nəzər ictimai, sərkub olublar və 2000-ci qəşrə gedibdi. Təxt təsir o fərhəngi ki, cənubda var idi. Baxanda bu aşağı tərəflərdə o birisi hövzəهای təməddündə məsələn siz Aşurda xanım nəqşi görmüsüz. Çox 2-3 dənə məsələn nüdrətlə xanım görə bilərsiniz. Minlər nəqşi ki Aşurda vardı. Ya gəlin Taxt Cəmşidin özünə. Höhmə var uzaq, kərdisi yaxın. Burada o belə karakterlər vardı da şəxsiyyətləri insanlar gəlirlər, gedirlər şahlar. Siz bir dənə xanım orada nəqşi tapa bilməzsiniz. Hala bunlar deyirlər ki, bu da Yunanlılar deyiblər Kuruşun xanımısı belə, bilmirəm Dariuşun maması belə. Bunları boşlayın. Nəqlləri ki, Yunanlılar deyiblər, öz fərhənglərinə görə deyiblər, onu biz dələsə müfəssəl danışacağıq. Deyir ki, orada kətibələrdə siz oxuya bilirsiniz, Həxamənişi dediğiniz xəttə, biz orada xanım adı görmürük. O növ baxış bəs orada vardı. Bu sürür ta gəlir Şahnaməyə vardı. Əslən Şahnaməyə mən yox. Deyələ Pantürk deyə bilmirəm təfrəqə yaraldırır. Fars mühəqqiqləri çoxlu məqalələr və kitablar yazıblar. Zənn-setizi arvadın əleyhinə çalışma Şahnamədə. Bunu ki mən demirəm. Deyir, behayət tura gər bezən nəqrəvi. Sənə yaxşı gələr əgər arvadların sözünə qulaq asmasan. Ya bir yerdə deyir, dil zən haman div ra həst cay. Xanımın ürəyində dev oturubdu. Baxın, baxış istəyirəm deyəm ha. Nəqd edirik da, bura bir elmi bir cələsədir. Davamız da yoxdur. Fars-Türk davası da yoxumuzdur.
onların da gözəl fərhəngləri var, onların da gözəl şeirləri var, ədəbiyyatları var. Bizdə də vardı. Bizdə də pisliklər var, onlarda da pisliklər var. Vلی به عنوان منتقد burada deyəndə ki, دل زن همان دیو است را جای یا زنان را ستایی خانمlardan çox üzr istəyirəm سگان را ستای یا زن و اژدها هر دو در خاک به bu نوع باخشی göstərir. Teodor Nolke deyir ki, zən o zaman şahnamədə zahir olur. Gözə gəlir ki, həvəs olsun. Həvəs olanda xanımın adı gəlir. بیژن و منیژه ola, کیکاووس و سودابه ola, ya بهرامگور و آزاده ola. Bu iki bunlar ilhaqdır, ilhaq deyil. Bu da bir bəhsdir ki, da bundan xaricdir. Yəni nümunələr var, səbt şudə ki, inkar eləyə bilmərik bunlar ilhaqdılar. Əslən İranın tarixi, tarix müzəkkərdir. Ağaların tarixidir. Kişilər yaraldırlar, kişilər yıxırlar, kişilər yücürürlər, kişilər qəhrəmandırlar, kişilər həmlə edirlər, kişilər dif edirlər. Ağadır, kişidir bu. Bunu da آقای براهنی جلد اول صفحه 14 علل تشدد فرهنگی در ایرanda deyir, mən demirəm. İndi biz buna yetişək ki, niyə Zeynəb Paşanın bu uğrunda ittiliat bu belə azdır? Çünki əslən bizim tariximiz Qacar zamanında müzəkkərdir, mərdanədir, mərd salardır. Əslində lap qədimə gəlin qeydaq. Biz əgər istəsək bu cəlsənin müqəddəməsinin ilk bölümdə gedək, gəlin biz baxaq görək aya əslən bizim fərhəngimiz bu idi? Yox, bizim fərhəngimiz bu deyildi. Mannalar zamanında xanımların nə qəddisəz, mücəssəmə heykəlləri, camların üstünə nəqşləri, acdan bunların yonublar. Cami Həsənlu ki deyirik, Həsənlinin o kasası, kasanın üstündə xanımların nəqşi, ilahi iştar, yəni tanrıçalar vardılar orada. Siz o urartuları da tutun, ta gəlin yetişək İslamdan sonraya biz əslən Dədə Qorqud üçün qabaqki bəhslərdə demişik. Biz bunu şəfahi surətdə 11 min il bundan qabağa aid bilirik. Çünki deyir biz canlarımızı ovucumuza aldıq çöllərdən, yəni qarlardan gəldik çöllərə. Yəni əsr keşavərziyə irtibat verilir. Ya ipi ki cürürü ağacın qabığından cürürü. Bunlar o zamandır ki, pəs dəmirzat yoxdular, hələ risəndəgi yoxdur, heyvan əhli olmayıbdı. Amma çün bu təkamül tapıbdı, ta gəlib İslam dövrənindən sonra məsələn İslama da hətta işarə olunubdu. Hətta rivayət var, Dədə Qorqud peyğəmbəri də görübdü. Bu aşıqların dilində kamil olaraq gəlibdi. Pəs bizim qədimi demək olar nümunəyə ədəbimizə Şahnamə ilə müqayisə edəndə gəlin Dədə Qorquda müqayisə edək. Orada xanım at sürür, ox atır, qılınc vurur. Ağasını özü intikhab eləyir, yəni ərin özü seçir. Bu cür deyil ki, oturur evdə qapıyı döyərlər, gözü bağlı gələrlər, apararlar, bir qoca kişiyə verərlər bir dənə uşağı. Bu cür deyil. Orada, məsələn, 3-cü nəqlə qulaq asın, Bayındırxanın məclisində bəy böyrə ağlayır. Deyir ki, ey Oğuzun böyükləri, siz dua eləyin ki, mənim oğlum olsun. Və hamı əllərini qalxızır, deyir Allah buna bir oğul ver. Bəy Bəycan da ki oradadır. O da əllərini qalxızır, deyir ki, sizlər dua eləyəcəksiniz, mənim də qızım olsun. Mən də qız istəyirəm. Və çün Oğuz elinin o zamanlar bu cür yazıblar, aşıqların dilində belə gəlib, kitabda da belə səbt olubdu ki, çün ürəklər pak idilər və böyüklərin duası dua, qarqışları qarqış idi, Allah buna bir qız verir. O qız kimdir? Haman çiçək bağanıdır ki, nəqillərdə gəlibdir. Pəs burada biz görürük ki, insanlar qız axtarırlar. Qacar zamanında bu əks olur. Niyə əks olur? Keçən cələsə Həmidə xanımla danışanda Molla Nəsrəddində bir karikaturu biz vurmuşduq. Tarix bil 1, Tarix bil 1. Siz o kanalı Telegramda görə bilərsiniz bu karikaturu. Tərəfə gətirirlər, deyirlər oğlun olubdu. Hamı qəşəng gülür, kişi qəşəng xuramandır, sevinclə oturubdu. 2000-ci bölümdə framedə karikaturun aşağı tərəfində qız olubdu, kişiyə də göstərmirlər. Hamı qaşqabaqlı, üzün söyrüblər duvara, hamı narahatdır. Bu Qacar zamanındadır. Bəs ondan qabaq biz Dədə Qorqudda bu görmürük. Moskonun çapında Şahnamədə cildi 1 səhifə 89 bəndi 170-də deyir به حقدر کساندان که دخترش نیست چو دختر بود روشن اخترش نیست.
Da Moskva çapından qədim bizim yoxumuzdur ki, Şahnamə. Orada deyir ki, yaxçı, xoşbəxt o adamı bilir ki, qızı yoxdur. Qızı olsa, onun şansı yoxdur, bəxti yoxdur. Siz bunu tutun. Türkdə məsəl vardı. Deyər ki, qızın qədəmi mübarəkdir, yüngül olar. Hər evə qız dünyaya gəlsə, o ev ruzulu olar, bərəkətli olar, pul gələr o evə. Türklər belə baxırlar qıza. Amma Şahnamə belə baxır. Dördüncü nəqildə o zaman ki Qazan bəyin oğlu Uruz bəyi tutublar, aparıb düşmən əsirliğa. Biz orada nəqildə eşidirik ki, bunun anası Burla xatun deyir mənim qərə atımı gətirin. Qərə atını gətirirlər, qərə qılıncın verirlər. 40 nədiməsi ilə düşür yola və gedir onlarla savaşır, düşmənlə savaşır. Payız yaprağı kimin deyir, onları yerə əlir. Çoxu qaçırlar dərələrə, sonra oğlun onların əlindən qurtarır, ta gətirir bu qələ ki, Ağca sürməli yazıb, ora qənimətlər də gətirirlər və nəqlin sonunda Dədə Qorqud gəlir, sazın çalır. Biz pəs orada görürük ki, Burla xatun özü bir dilavərdir. Yəni Qazan bəyi gözləmir, özü gedir düşmənlə mübarizə edir. Qılınc çəkən bizim qadınlarımız vardılar. Bu kitabda Dədə Qorqudda 24 qəhrəman qadının adı gəlibdi. Çiçək xatundan, Salcan xatundan, Burla xatundan ta. Gəlin bir ayrı bir kitabı da köklərimizə göz atanda Zeynəb Paşa bəhsinə gəlməmişdə ilk bölümdə buna bir pərdaxt eləyək. Şəcəri Tərakümədə Əbülğazi Bahadur xanın kitabı çox önəmli, mühüm bir kitabdır tarixi türkdə. Orada bu ki Buğra Qərəxanın oğlu nə cür xan olur, biz görürük ki, ad aparır onun xanımısından, deyir bunun xatunu Babər idi adı. Çox aqilə, zahidə, salihə başlayır bu cür tərifləməyə və bunu görürük ki, nə qədər uca göstərir xanımların nəqşin. Ki deyir Buğra öləndən sonra, Buğra xan öləndən sonra bu bir il heç kəslə danışmır, eşiyə çıxmır. Otaqda özünü həbs edir və insanlarla əslən bir kəlmə söhbət eləmir. Pəs bizim xanımlar tarix boyu ədəbiyyatımızda, tariximizdə vəfalı, ana, dilavər, savaşan bu cür görsənilibdir. BBC-nin bir məqaləsi var idi. Çoxlu fars həmvətənlərimiz narahat olmuşdular. Yazmışdı ki, zəban cinsiyyət zədə farsı. Ki, niyə zəifə deyirlər xanımlara, niyə zənək deyirlər, niyə qul mərdanə deyirlər, acizə deyirlər, naqısul əql deyirlər, namərd deyirlər. Axı bizim heç dilimizdə namərd yoxdur ki, bilirsiniz. Namərd farsdan gəlibdir də, biz də eləmisəm deyirik, naarvad yoxumuzdur ki. Amma arvaddan əsir kəlməsi, üzr istəyirəm, bunu işlədərlər. Kəmtərəzlənin در واقع eyni müadilin farsıdan tərcümə edib də türkçəyə. Bu kəlmələr hamısı göstərir ki, bar cinsiyyətsi vardı. Yəni xanımı indi o günlərimə bir dənə video görürəm. Savalan dağında bir ayı gəlibdi, orada çimibdi, biskvit veriblər, yeyibdi və filan. Heç kəs orada demir ki, ayı erkək idi ya dişi idi, müzəkkər idi, müənnəs idi, ər idi, arvad idi. Deyirlər ayı. İnsan da insandır. Türkdə bir məsəl vardı deyər, aslanın erkək dişisi olmaz. Yəni bu göstərir türklərin arasında xanım dilavər ola, şer ola, aslan ola, dişi ya erkək, madde ya müzəkkər bunlar əslən mətrəh deyirlər. Ya baxın bizim məsələlərimizdə nələr var? Deyər ki, qızsız nənə, duzsuz nənə. Qəlblərinə gəlməsin xanımların ki, qızları yoxdur. Yəni qızlar qəşəng baxır. Gərək qızı ola ki, anada dadı duz ola zindəcanlığının. Ya deyər, kişi evin fəhləsidir, xanım evin bənnasıdır. Kişinin fəhlə həddinə yetirirlər türklər. Xanım bənna, memar, sazəndi zindəcanlıq qələmdə deyirlər. Ya məsələn deyər, ana kiçik tanrıdır. Siz gəlin bunu tutun. Baxırıq görürük, məsələn, ərəbidə huvəhiyyə deyirlər. Yəni istir desin o, onu huvəhiyyə deyir ki, o müənnəsdir ya müzəkkərdir, kişidir ya arvaddır. İngilisdə də bu vardır. She, he. Fransızca iftizahdır. Pis quşlu bilmirəm, xanımdır, bilmirəm, mukit ağadır, cəmi xanımdır. Bunlar əslən iftizahdır Fransızca. Hətta həxamənişi deyir anına ki, bu dil deyirlər var idi həxamənişi.
orada da zəmair müənnəs müzəkkərdir. Onu deyəndə ya feili deyəndə aya bu xanımın deyə ağanın da fərqli olur. Amma türküdə kişi deyirik. Kişi xanımı da tutur bir kişi. Neçə kişi var bu evdə, neçə baş var bu evdə. Hop, kaç kişi məsələn türkiyəlilər deyərlər. Vaxtı kişi deyirlər, fikirəm bir dənə də bir kəlmələri vardı. Kimliğə, kişiyə görə irtibatı var. Amma vaxtı deyirlər kaç kişi ya kişi, bu mənzur insandır burada. Türküdə bəs bu yoxdur. Əgər gələk Qıpçaq qismətinə, Qıpçaqlarda hətta daha artıq azadçılıq var idi. İcazə verin mən səhifəyi 76. Burada bir şeirdə deyəcəyəm. Aşıqlar və tarixdən ki Türkəməndə vardılar. Onların bir sözü vardı. Onlar deyirlər ki, Oğuz elin 7 dənə qız idarə elərdi, xanım idarə elərdi. Yəni hakimləri Oğuz elinin 7 xanım idi. Onların əfsanələrində bu var. Altun idi, Parçinsalur idi, Quvadli idi, Poladi idi, Şabati idi və 2 dənə də görəkli var idi ki, biri Qondu bayın, biri Yumaq bayın qızı idilər. Bunlar 7 nəfər idilər ki, orada biz görürük ki, idarə edirdilər bunları. Mənim əvvəl bölümüm fikirəm qutuldu yarım saatim. Əgər sualı var, eşidim ondan sonra idamə verək. Məncə də yoxdur, ay Göktür. Dostlar, eşitməyə biz əgər suallar olsa kommentlərdə də yaza bilərlər. Bəli, salam ərz edirəm xanım Doktor Elmira Nozuhuriyə də təşriflər vardı və o birisi dostlara. Əgər Kimya xanım, əgər Özgür bəy sualın, söhbətin vardı, buyur. Bəli, olmasa məncə idamə buyursaz keçək. Bəqiyə məsələləri də eşidək. Çox sağ ol. Yaşayasınız. Bəs sözümüz qırılmasın. Biz baxırıq bir şeir vardı ki, gəliblər bu. Əlbəttə çox şeirlər vardılar. Məsələn, ترکان خطاب حسن غرقند همه پوشیده قبا به رهن فرقند همه. Yəni başları açıq olardılar türklərin. Bir şeir var. Ya Nizamidan da Nizami ki biz tanırıq. Orada ki İskəndər gəlir Qıpçaq çölünə, türklərin çölünə və əşair türkləri görürük. Orada bir şeir vardı. Bəlli ki bunu o birisi ölkələrdə, Azərbaycanda, Türkiyədə eşidənlər baş tapmayacaqlar. Mən bunun tərcüməsini də deyəcəyəm. Əvvəl şeirin özünü oxuyum. دیر بیابان همه خیل قفساق دید در او لعبتان سمنساق دید نظام دیرم نظامی کنزر همه تنگ چشمان مردم فریب فرشته ز دیدارشان ناشکیب نقابی نه بر صفحه رویشان نه باک از برادر نه از شویشان چو شه دید خوبان آن راه را نه خوب آمد آن قاید شاه را به پیران قفجاق پوشیده گفت که زن روی پوشیده به در نهفت چو آن دشتبانان شوریده راه شنیدند یک یک سخنهای شاه سر از حکم آن داوری تافتند که آیین خود را چنان یافتند به تسلیم گفتند ما بنده ایم به میثاق خسرو شتابنده ایم ولی روی بستن ز میثاق نیست که این خصلت آیین قفزاق نیست گر آیین تو روی بر بستن است در آیین ما چشم در بستن است چو در روی بیگانه نادیده به جنایت نه بر روی بر دیده به عروسان ما را بس است این حصار که با حجله کس ندارند کار بلی شاه را جمله فرمان بریم ولیکن ز آیین خود نگذریم چو بشنید شاه آن زبان آوری زبون şud زبانش در آن داوری. Belə deyir ki, İskəndər gəldi bu Qıpçaq türklərini gördü və çox gözəlliklər gördü bunların xanımlarında ki, üzlərin ötməyiblər, nə gərdəşdən, nə ərlərindən qorxurlar. Gəldi üstü örtülü bunların yaşlılarına, qocalarına dedi ki, zən ruy puşidə beh در نهفت. Üzü ötsələr bu xanımlar daha yaxşı olar. Hala bilmirik bu İskəndər oradan dünyanın başından gəlib niyə bu cürsünə müsəlmançılıq ədası çıxardır? Bunlar şeircilər də hər halda. Amma bizim fərhəngimizi bu şeirin içində axtarıb və rəddini tapa bilirik. Deyir ki, tüm bu sözləri eşitdilər, dedilər ki, yox, bizim rəsmimizdə üz örtmək yoxdur. گر آیین تو روی بر بستن است در آیین ما چشم در بستن است. Bunu axşam başı bir xanım kirpi nəşrindən ki, çox da çalışan və
aydın xanımlarımızdan dedim, şayət də indi eşidirlər bu səsimi. Onlar yazmışdılar ki, xanımlar əgər qaş, göz, burun, ağız, dodaq, diş bunlara yetişirlər, dırnağın belə olsun, bilmirəm saçın belə olsun, belin belə olsun. Be xatir budur ki, ağalar beləsini bəyənirlər və hər xanımı ki oxuyandı, biləndi, gedəndə bunu bəyənmirlər. Bunda bir acı bir vaqiət də vardı ki, bu şeirdə göstərir. Deyir ki, əgər sənin ayinin budur ki, üzü örtələ, bizdə gözü örtərlər. Yəni biz gözümüzü örtərik, nə üzümüzü örtərik. Bu da çox havi bir əxlaqi bir nöqtədir ki, ağalarımıza göstərirəm. Biz xanımlarımıza hər halda o zamandan, yəni məşrutə zamanında ki, deyirik Qacar zamanında və Zeynəb Paşanın zuhuruna az qalır, biz görürük ki, elə orada xanımlar da çalışırdılar. Düzdür, Səfəvi zamanında bu çox idi. Əslində biz baxanda lap qədimə, biz Babək zamanında görürük. Bəli, Cavidanə xanım isə elə Babəki qəhrəman eləyənləri, karakterlərinin biri də o oldu. Ya gəlir məsələn Səlcuq zamanında Türkan xatun vardı. Atabəylər zamanında Mələkə var əslən xatun ki hakimdir. Moğollar zamanında da ki kamilən bərabərlik, eşitlik olur. Moğollar zamanında İbn Bətutə deyir ki, bərabərçilik vardı. Mən demirəm İbn Bətutə bunları kamil tərifləyib ki, çox yuxarı məqamları vardı və əslən xatunlarla məşvərət edirlər. İlxanı zamanında birdən biz görürük ki, Təbrizdə Sati bəycim vardı. Xanımdı, 2 il də hökumət eləyibdi. 700 il bundan qabağa. Siccə də vurub öz adına. Əslən pul vardı ki, üstündə Sati bəycim yazıb göstəririk ki, axı bəycim də deyəndə bu bəycim arayış bəycim, bilmirəm Şahsəray bəycim ki, Qaraqoyunlularda var idilər, hakim oldular Təbrizdə ya bu imperatoriya Qaraqoyunlularda 2 dənə də orada xanım hakimimiz vardı. Bir dənə də burada varımızda İlxanında hakim olub xanım Mələkə hakim olubdu. Təh ağalar hakim olmayıbdı Azərbaycanda. Biz görürük bu bəycim xan, xana deyirik də. Xanım bir dənə mime, yəni pəsvənd malikiyyətdir ki, mənim xanım, yəni ehtiram fövqəladə qailuq ona. Bəy də deyəndə bəy, yəni böyük, yəni xan, şah. Bəycim də deyəndə lap böyük olur. Pəs burada da biz görürük. Ya əslən siz baxın uzaq gedək məsələn Şahruxda o zamanda Qovhərşad onun xanımısı məsələn Məscid Qovhərşad üçün mərufdur. Körpülər, məscidlər, bilmirəm burada Göy məscidi Zübeydə xatun. Biz görürük bunların hamısı xanımların işidir. Gəlirik Səfəvi zamanında Taclı bəyim, Şah İsmayılın xanımısı ki, cəng delir. Məhin, Zeynəb bunlar. Ta دوره صفویه‌جان buzursun Amma Qacar zamanı bu azalır. Hərçənd ki Qacar zamanında bu məhdudiyyətlər ictimai ki qoyublar, xanımı məhdud eləyiblər, Jan Afari İnqilab Məşrutiyyətdə səhifə 273-də deyir. Deyir 1908-də cəng ki oldu daxili Təbrizdə ərteşi yaratdılar. Xanımlar orada döyüşürdülər. Və sonra idaməsi çox-çox mühüm və cəlbdir. Olar ki, tarix hövzəsində eşidirlər və çalışırlar, bunu dəqiq eşitsinlər. Can Afari deyir ki, Azərbaycan və Xəzər dənizinin qərb tərəfində Yunanlılar bunları haman Amazonهای əfsanəyi xanımları ki, Amazon deyərdilər, at üstündə döyüşərdilər tarixdə. Onların yurdu bilir. Pəs Azərbaycanı bunların yurdu bilir. Və deyir ki, elə bir Təbrizdə bu əfsaniyət indi müqavimət üçün çalışırlar arvadlar. Yəni pəs Qacar zamanı çalışırlar və bu yazıçı bunları irtibat verir Amazon. Amazonda niyə deyirik? Əmziyə irtibatı vardı. Çünki bunlar döşlərini kəsərdilər ki, o xatanda mane olmasın, dəqiq nişanəgirlik eləsin. Çox-çox dünyada bu Amazonları tanırlar. Bu yurdun da buranı bilir. Ya bir qismətdə biz görürük ki, Göy məsciddə Təbrizdə 3500 il bundan qabaq. Yəni qısa zaman deyil ha. 3500 il deyəndə siz Kulla Həxamənişdən də gedin qabağa. Təbrizdə burada Göy məscidin dalısında qəbirlərdə qılıncla, tacla orada neçə dənə mələkəmiz vardı. Ki mən qabaqçı Clubhouse-larda demişəm. Müavin miras fərhəngi dedim ki, bu əks ki məndə vardı. Bunda tac başındadır, amma indi gedəndə orada muzeyə baxanda tac yoxdur. Hardadır bu tac? Dedi vermişik Azım Ayşə. Şimdi
20 ildə, 30 ildə hələ azmayışdan çıxmayıbdı. Vermişik dedi azmayışa. O isbat eləyir ki, bizim burada mələkələrimiz var idi 3500 il bundan qabaq. 3500 il bundan qabaq siz deyəndə çoxlu dünyanın, yəni %90 təməddünlər hələ yox idilər ki, hələ xanıma baha versinlər, verməsinlər. Biz gəlirik, yetişirik buna ki, indiki Şahnaməni bizə به عنوان الگو به عنوان bir kitabı ki, Quranın yerinə gərək Həfsini Novruzda gərək bu qoyası sufrasına, bayram sufrasına bunu hey tərviz edirlər. Xanımlar da gedirlər orada yumruqların döyürlər, zindigi azadlıq qışqırırlar. Xanımların yadından çıxıbdı ki, orada deyir زنان را ستایی سگان را ستا که یک سگ به از 100 زن پارسای. Donanmadılar da ki, bu ilhaqıdır. Əmsal-ı həkəm Dehxudada Tehran 1310-da cildi 2 səhifə 919 sətr 25-də Dehxuda bunu gətiribdir. Da siz bunu ki deyə bilməzsiniz ki, sonradan yaradıblar. Nəticəsi nə min olar? İsfahanda kanun و mühəndisi, əncümən mühəndisdə senin üstündə xanımı kötək vururdu. Axırı belə olar da, əgər belə getsə. Amma gələk Zeynəb Paşaya ki, bugünün bəhsidir. Zeynəb Paşanın dövrəsi Nasrəddin Şahın son dövrəsindən Müzəffərəddin Şahın dövrəsinə candır. Yəni biz Nasrəddin Şah zamanı Tənbaku cənbeşi hamı tanırıq. O zamandan biz bunun izin görürük ta Müzəffərəddin Şah zamanı ki, bu şahdır. Əgər Təbrizin o zaman dövrəsinə baxanda lazımdır biz bunu bilək ki, təht təsiri bu ki, həm İstanbulda, həm Bakıda bir seri xanımların cənbeşləri başlamışdı, feministi cənbeşlər başlamışdılar. Və keçəl var idi, hər halda ruznamədə gedirdi, gəlirdi, çap olurdu o zaman. Bunlar ağahı tapılırdılar. Yəni bilirdilər ki, oralarda var, təsir qoyurdu. Biz keçən seri Həmidə xanımda da dedik ki, bu qurultayların birində elə onlar özləri cürrəmişdilər. Amma lap ilk əncüməni, Əncüməni Nisvanı Təbriz qadınlar yığıntısı deyirik biz buna, qurultay deyirik buna. Məşrutiyyətdən neçə ay sonra bu təşkil tapıb tarixdə. Müəssisi Sahib Sultan xanımdır. Bu kimdir? Mirzə İbrahim xan Şərəfəddovlənin xanımısıdır. O kimdir Mirzə İbrahim? Əvvəl məclisi ki İranda qurulur, Qacar zamanında oranın nümayəndəsidir, Təbrizin nümayəndəsidir. Və bu kiminlə baham bu işi görür? Hacıyə Rüqəyyə Sultan xanımla, anası ilə. Hər ikisi də oxumuşdular, bilirdilər, hətta Rusu da bilirdilər. Əndəbili məscidi var Təbrizdə, olan yaxınlığında evləri var idi. Və Qahəndə Hacı Mirzəli ağa ki, tacir idi atası, onun da evində olurdular bunlar. Ki, ictimai xanımlara bir seri işlər görsünlər, iyalət təsminlər tutsunlar, şəhrin özünün təsmirçiliyində xanımları fəaliyyətə vadar eləsinlər. O siz fəqət oturacaqsınız, bişirəsiz, mətbəxdən çıxmayacaqsınız, üz-üzə heç gündə görməyəcəkdir. O halətdən istəyirdilər xanımları çıxasınlar, ictimai bir nəqş versinlər. Ki, lap bunların böyük müxalifləri də Hacı Mirzə Həsən Müstəid idi ki, Təbrizin böyük müştəhidi idi. O çox müxalif idi və bəziləri də müxalif idilər ki, tarixdə bunlar yazılıbdır. Hətta biri məsələn fətva vermişdi ki, gərək bunların evlərin başlarına yıxasız. Bunu hardan deyirəm? Ruznamə Əncümən çıxardı o zaman 1284 ki, biz baxırıq görürük ki, ay Sərdar Niya kitab Təbriz şəhər əvvəl nihada deyir ki, orada deyirdi ki, yəni o kəlməyi ki, orada işlədibdi, o cümləyi ki, orada işlədib, o çox mühümdür. Bir nəfərin guya ra da təkidi var idi, qəliz r deyərdi. Deyirmiş, orada arvad əncüməni təşkil tapıbdı ki, bu məsxərə olmuşdu. Yəni cəmaət bu kəlməni, bu cümləni hamısı deyirdilər və ona gülürdülər. Amma bərəks Şah Qacar teleqraf vurubdu və təbrik deyibdi bu əncümənin, xanımlar əncüməninin təşkili. روزنامه انجمن biz görürük ki, bir şumari 41 salı 3 səfih 3. Orada deyir ki, bu müharibatda, bu savaşların içində, cəng meydanlarında, Əmirə Qızda, Xiyavanda xanımların müsəlləh cəsədləri tapılıbdı. Baxın, hətta bir qismətində yazıbdı ki, mühim nöqtələrdə bu arvadlar kişi qiyafəti libası geyirlər və düşmənin sinəsini oyurlar məharətlə. Pəs bizim partizan xanımlarımız var idi. Bütün fəza ictimai xanımlara qarşı idi. Onların əleyhinə idi. Onları məhdud edirdi. Bunlar
Tıpkı o iki kitablarda yazılıbdı. Afiyət 1968 səhifə 70-də. Qarınlarına və sinələrinə çörək bağlırdılar ki, bilinməsin bunlar kişidir, arvaddır. Kişi paltarı giyirdilər və gedirdilər savaşırdılar. İnqilab Məşrutiyyət səhifə 256-da deyir ki, bu savaşların birində 20 dənə xanım kişi libası ilə tapıldılar bu şəhidlərin içərisində. Paulis Tarix Məşrutiyyət kitabında hətta yazıbdı ki, bizim bir əksimiz vardı. Bir dəstə arvadlardan ki, sərşapları vardı, əllərində tüfəng vardı, 60 nəfəri səngərlərdən mühafizət edirlər. Nə yazıq ki, mən bu əksi heç yerdə buracan görməmişəm. Ya Tarix Bidari İraniyan bəxş 2 səhifə 3 deyir ki, Nazımül İslamın dilicəndiyi. Deyir arvadlar fişək qatarı bağlırlar bellərinə və məhzun halətdə uşaqlarına süd verirlər. Sonra şerlər kimi savaş meydanında çalışırlar ki, namussuzların əlləri onlara çatmasın. Yəni bu sənədləri ki, mən bu gecə getdim, bunlar göstərir ki, bizim o dövrə Zeynəb Paşa dövründə nə gizlin mücahidlərimiz vardı, qəhrəman xanımlarımız var idi hətta. Tahirzadə Behzad ki, xub tanırıq və o zaman həm Gərdəşi karikaturist idi ki, işləyirdi Təbrizin bu Molla Nəsrəddin dərgisində, özü də mühəndis idi. Bu deyir ki, bir günlərimə bu çadırların birində bir cavan qoymurdu bunun yarasına baxsınlar. Səttarxana dedilər, sən özün get onu qane elə. Səttarxan girir çadıra deyir, oğlum, bən niyə belə eləsən, qoy yarava baxsınlar. Və deyir ki, çün heç kəs istəmirəm bilsin, mən qızam ona görə qoymuram. Hətta Səttarxanın sözündə Tahirzadə Behzad belə yazıbdı ki, qızım, mən diri ola sən niyə davaya getdin? Nahid səhifə 86. Bəzi mənbələr bunun adını telli yazıblar, Tahirzadə Behzad. Bəziləri zəri yazıblar. Amma bizim çoxlu zəri və çoxlu tellilərimiz olubdu tarixdə və Qacar zamanınızın görüb bu sürübdü. Zeynəb Paşaya həm Zeynəb bacı deyirdilər, həm Dəhbaşı Zeynəb deyirdilər, həmin onbaşı olur da. Bu əlqab ki, onbaşı, yüzbaşı, minbaşı, bunlar türklərin arasında elə bir istilah idi. Sərhəng o bilmirəm, sərcuxi və bu cür bir kəlmələrlə müqayisə edin, tutun gəlsin, sərtib. Bu şəkildə biz o zaman onbaşı, yüzbaşı, minbaşı deyərdik. Bibi Şah Zeynəb də deyiblər, Zeynəb Paşa da deyiblər. Bir mövrid ki, həmişə bizim ailəmizdə də söhbət olubdu buracan, vəli qətiyyətə yetişməmişik. O da budur ki, mənim rəhmətli böyük əmim ki, çox neçə illər bundan qabaq ölübdü və yaşlı idi. O deyərdi ki, bizim böyük nənəmiz haman Zeynəb Paşadır. Mənim böyük atamın şinasnaməsinin əksində verdim tarix bir, qoydu ora. Orada da Zeynəb yazıbdı. Ondan kiçik, yəni bu Məşibram Adaş deyərdik bu əmimə. Ondan kiçiyə də Qulam Aday deyərdik. Aday da deyərdik, çünki onlar ki, məsələn, bacısının uşaqları idi, o cür səslərdilər. Biz də uşaq idik, onların dilicən demişik. Hətta mənim atam ki, onların dilicən deyiblər. Qədim zaman fasilə sinni uşaqlarda da çox idi. Bu böyük əmim ilə kiçik əmim həmişə bəhsləri qoya olardı ki, bu haman Zeynəb Paşadır, bu deyərdi, yox, bu ayrı Zeynəb Paşadır. Amma o ki məni çox şəkkə saldı və cəlibdir. Ay Həmrazla bu arada qoydum. O da bu idi ki, buna məhəllədə Zeynəb Paşadan sonra qeyraz bu iki Dilavər idi, neynərdi bunları deyiblər və tarixləri də tutur o zamandan. Buna Bobulu Zeynəb uşaqlar deyərdilər. Böyüklər Babilli Zeynəb deyərdilər. Və mən təhqiqatımda üçün gördüm ki, bu ömrünün son zamanlarında ya son zamanı iştibatı deyək, ömrünün bir çağında gedir Babilə, Kərbəliyə gedir, İmam Hüseyni çox söyərdi. Ona görə buna Babilli Zeynəb deyiblər. Və orada da ondan hələ bundan xəbəri yoxdur. Və çün bəziləri deyirlər, çün ondan sonra xəbər yoxdur, bu nəcür uşaq uşaqlarını saxlayıbdı və ilə axər, ya əslən bunun uşağı bəziləri deyirlər yoxdur. Amma şeirlərdə göstərir ki, bu uşağın bağrına basıbdı. Bəs şeirlərin birində ki, o zaman deyilibdi, görürük bunun uşağı var, bir, ikincisi, biz məşrutiyyət zamanında bundan yine xəbərləri alırıq ki, bəs bu o zamanda çalışırdı. Hər halda bu mövzuda qoyun qalsın elə bu şəkildə bir kənarda ki, gələcəkdə artıq təhqiqatımızın nəticəsini paylaşaq. Atasının adı Şeyx Süleyman idi. Kasıb bir əkinçi idi ki, Ayə Əbdülhüseyn Nahidi Zənan İran dər Cünbeşi Məşrutiyyət səhifə 41-də
Bunu müstənəd yazıbdı. Bu ayı Abdülhüseyin Nahidi Hazar da Allah rəhmət eləsin bir seri təşəkkül Arman danışqa azadda onlarla bəndəni çağırmışdı. Xanımlar moridində danışaq. Ki o cələsə də çox cəncali bir cələsə idi və mənim də təcrübəsizlik zamanım idi. Hər halda mən onda ilk dəfə bu Ayə Əbdülhüseyn Nahididən çox gözəl bir mətalibi eşitdim o konfransda və öyrəşdim və o cələsə də xeyirxoşluqla qurtuldu, amma da qoymadılar ondan sonra bərqərar olsun. Üskünün ətrafında güya bunun atası oralı idi. Ağay Rizazadənin bir gözəl kitabı var. Yəni tənha kitablardan ki vardılar biri budur. Zeynəb Paşa, Ağay Məcid Rizazadə Əmu Zeynəddini bu kitabı yazıbdı. Çox ali bir kitabdır və inşallah ki bu kitablar kamilləşərlər, daha zənginləşərlər. Hər yerdən ki bir sənədi soralar tapılsa üçün xarici konsullar ki Təbrizdə vardılar. Hər halda bunların güzarişlərində də bir zətlər var ki bu gecədə deyəcək və gələcəkdə də bunlar çıxacaqlar. Orada da yazıbdı ətraf Üsküdan idi. Ağay Neqabi bu cür tövsif eləyibdi ki, bu güclü, heykəlli bir xanım idi. Çadır şəbin belinə bağlayardı. Üzünə rübət bağlamazdı o zaman. Eyni qıpçaqlar hiç dedik o cürsünə. Məcəlli İnqilab yolunda şumarı 7-də. Və hətta qəhvəxanada cəyib oturardı birdən Zeynəddin Məşrizanın qəhvəxanasında orada çay içərdi. Bayaq Cuvalduzdan bir söhbət oldu xanım Vəfaidan. Bir gün xanım Vəfai gəldi, bətər gülürdü dəftər məcəllədə. Mən idim, Vəhidə xanım idi, ki taypist idi, xanım Əşrəfi idi. Biz 3 nəfər idik orada dar vaxt işlərdik və xanım Vəfai. Bəqiyə gəlib gedərdilər, yəni sabit dəyirdilər. Xanım Vəfai çox gülürdü, dedik nə olubdu? Dedi ki mən çox yorğun idim, getmişdim. Bilmirəm Gəcil dedi, bazar dedi, hara? Dedi orada girdim qəfiyə və otdum dedim mənə çay gətir. Bir çay gətir. Sonra dedim bir kişilərin gözləri təpəsinə çıxmışdı. Düz də deyir. Siz 10 il bundan qabaq şahid yadınıza gələ xanımların azadçılığı nə cür idi, indi nə cürdür? Hesablayın 35 il bundan qabaq nə cür idi xanımlar ki, biri gedəydi, oturaydı qəhvədə. İndi kafelərdə bəli, maşallah otururlar. Bəli, xanım heç bazara getməzdi. Hələ gedə oturur kişilərin yanında qəhvəyə. Biz bunu görürük ki, o zaman bu işləri görə bilirdi. Yəni əslən müqəyyət deyildi ki, kişilər gərək fəqət qəhvəyə gedərlər, çay içərlər. Məşrutiyyətdən qabaq nəzm yox idi. Yəni Qacarın iradlarından deyək də, türk oldu, olmadı mühüm deyil. Əmniyyət yox idi. Möhtəkirlər yayda ərzağı, unu zadı ucuz alardılar və bunu ambar elərdilər. Qışda da məsnui qəhdə düzəldərdilər, yoxsulluq düzəldərdilər və çox baha bunları satardılar. Bir mən Təbriz batmanı da mənə ki 2 kilo 764 girəmdir. Bu da 3 kilo fərzən. 12 şahidən 15 şahiyə birdən gəlir yetişir Nasirəddin Şah zamanı 1274-də. Və o zaman bir xanım Robin Hood, məsələn nəzərinizdə tutun, şeir 40 nəfər yığır döyürbərinə. 40 nəfər deyəndə cəlib budur. Burada da 40 nəfəri biz görürük. Bundan qabaqçında söhbət elədik. Orada da 40 nəfəri görürük. Əli Baba Çeyl Dozlu Bağdadda da biz bunu görürük. Guya elə məsələn dastanların içində həmişə bu var idi. Bəli bizim nəqillərdən bəlkə gedibdi o birisi nəqillərə. Biri küftəsini bişirir, biri hamam buxçasını bağlayır. Biri bilmirəm qılıncını gətirir. Be hər hal bu bir lotu xanımdır. Və zoru olur, gedir. Kasıblara bu qəllələri, ambarlar ki, ehtikar edib, onlardan çıxardır və cəlib budur ki, bunun ki, yoldaşları vardılar, bu yoldaşların adlarını da bilmək yaxşıdır. Biri yüzbaşı xavərdir, həman yüzbaşılar ki, dedik, ləqəbdilər. Biri Naib Külsümdür, biri Fatma Nisadır, biri Sultan bəyimdir. Biri Mah bəyimdir. Həmin bəyqumlara yetişirik ki, dedik. Bəy, bəyqum xanımlara deyirdik. Bəy kişilərə, bəygum xanımlara deyirdik. Xan kişilərə, xanım xanımlara deyirdik. Arvadlara deyirdik. Xeyrünnəslara 6000-si, 5000-si atlı şah bəyim. Bunun əksini tarix 1-ə qoyduq biz. Bu əksi ki, büyünəcən müstənəd olubdu. Düzdür, indi Zeynəb Paşadan çoxlu əkslər vardılar. Erməni birdən xanımın qoyublar deyib də bu Zeynəb Paşadır. Ki əslən bizim ittifaqən o zaman düşmənimiz idilər, bizlə savaşırdılar. Bilmirəm, lorlardan bir xanım vardı ki, bu xatun nəqşində oynayıbdı serialda. Onun əksini qoyublar deyiblər bu Zeynəb Paşadır.
O bizim də düşmənimiz idi. Bilahara bizim əlimizdən inqilabı, məşrutiyyəti oğurlayandan biri də onlar oldular. Masondan təvəssütü ilə Bəxtiyarlar oldular, bir də Tonkabunlular oldular ki, getdilər Tehranda və Səttarxanın əlindən bu inqilabı oğurladılar və təhvil verdilər Pəhləvilərə. Biz görürük ki, Atlı Şah bəyimin morində Ayə Həmra sağ olsunlar. Neçə gün bundan qabaq mənə öz məqalələrini göndərdi. Yəni tənha məqalə deyil, onlar zəhmət çəkib təhqiq eləyiblər ki, Şahsevən ellərindən idi, Əmirə qızda oturardı və bunları ki uğurlardı bu çörəkləri damın bacasından. Biz də uşaq olanda yadıma gəlir ki, biz də o zaman lap qədim dağ üstü deyərdilər. Sonra olur Fərəx Xiyabanı, inqilabdan sonra olur Əbbasi. Yəni o Əbbasi düz xiyabanın elə əvvəlində bizim evimiz var idi o qismətdə və böyük bağlar var idi. İçəriyə girəndə mətbəx tərəfində göydən bacalar var idilər ki, qışda kərpiç qoyardılar, mürəbbə kərpiçlər qoyardılar. Yayda onları götürərdi, işıq gələrdi. Oradan bu çörək verərdi. Atlı Şah bəyimə görə bir gözəl də nəql vardı. Dastan eşitməlidir. O zamanki dövləti pulları aparırlar Təbrizdən Mərənd və Culfa, o məsirdə gedirlər. Bu atı ilə gedirik və onlarla dava veririk, onları qaçırdır, qovalır. Bu pulları ələ keçirdir qaşqaralan zaman, yəni axşam zamanı. O pullarla Təbrizə geyidir. Geyidəndə də Təbrizin yaxınlığında bu boylu idi, ağrısı tutur və atdan yenir, uşağı özü tutur. Ondan sonra da deyir bunun kisəsində sarı yağ vardı. Ondan da bir kasa içir və oturur özünü Təbrizə yetirir, gedir evlərinə. Bunu ki savaşda görmüşlər, neçə nəfər demişlər, bu adamdır. Yəni Atlı Şah bəyin bu işi görübdü. Nəzmi tökülür bunun evinə, məmurlar gəlirlər bunun evinə. Amma görürlər bu yorğan döşək içində qucağında da balaca uşaq olubdu da qeydirlər. İşte bunu təftişat da eləmirlər, sorğu-suala da çəkmirlər. Bu da cəlib xatirələrin biridir ki, siz Robin Hood'da da görürsüz, bu gedir elə pulları içi gedir Məsirdə, o Məsirdə yadınızda olsa Kaliskənin altın dəlirir və pulları götürür, ondan sonra oğururlar. Eyni haman nəql biz görürük orada da vardı. Amma bunların bir dənə də yoldaşları var idi. Zeynəb Paşanın Cani Bəyyim idi. Və cəlib budur. Robin Hood'un da bir hamısı yəni gülməli bir dastandılar, amma bilmirəm bunlar gülməlidirlər ya əmdidirlər. Orada da Can Kuçulu var. Yəni bunun yoldaşı, o ayı ki var heykəli Can Kuçuludur. Hər halda biz bunlardan çıxaq gələk. O zaman çox zülm edirdilər. Mən 5 dəqiqədə artıq danışım, ondan sonra gedək 2-ci bəxşə. O zaman çox zülm edirdilər. Yəni Qacar silsiləsində Məmməd Əli Şah xüsusən ki vəliəhd idi burada. Birdən görürsüz ki, qız oğururdu burada. Hətta Təbriz arasında bir söz var idi ki, bir qızı Soğra adında yox olmuşdu, oğurlamışdılar və bilirdilər ki, bunu dərbardan oğurlayıblar. Mərdim bu deyərdilər Soğra bu nişanda vəliəhdin əqli gedər, Soğra danışanda. Ya məsələn Kətxudanın, fərraşların hamısı töklərdə millətin əlində nə mənə var idi alardılar. Hacı Haşim ki var idi, gəlib bunu soymuşlar, tikə-tikə eləmişlər. Arvadı hər yerə gəlib gəlirdi, deyir ki, bu kibriti çəkdi, dedi ey yüzbaşı, belə deyəndə də bunu məcal vermədi, öldürdülər. Yəni bu tanımışdı. Pəs biz burada bunu saxlayaq, 2-ci bəxşimizi qurtaraq və əgər sual olsa eşidək gedək 3-cü bəxşə. Mən bir daha salam ərz edirəm bizi tamam eşidənlərə və sizdən deyə olmasın, ürəyinizə sağlıq, ağzınız sağ olsun ki, bu qədər mətal bizlə paylaşırsınız, ay doktor. Bir neçə dənə sualım var, amma düşünürəm, bəlkə yəni sizin söhbətlərinizdə düşündüm, ilk söhbətinizdə ki, bəlkə o suallarımın cavabını deyəm, bəlkə o nöqtəyə hələ yetişməyibsiz. 2-ci bəxşidədir, indi danışdınız. Bilmirəm, sualı versəm ya saxlayım otağın axırında ki, sizdən suallarımı Yox, buyurun, mən unutaram, bəlkə irtibatı var da. oldu. Ay doktor, indi ələn bir şey işarə elədiniz, çox cəlib idi. Mən hər zaman mən böyük atamın anası bəzən deyərdi ki, kişi Zeynəb olub düşmə meydana.
Məsələn, xüsusən bu məsələn məndə işləyərdi, yəni birdən ya deyədilər atdı xavər olma. İndi siz ki gördünüz xavər, mən indi başa düşürəm, bəlkə bizim o folklor zadımızda, tariximizdə ola bilibdir ki, bu adlar yəni təsərrüt tapıbdı bizim evlərimizin içinə. Yəni Zeynəb Paşanın o kişi kimin hərəkətləri bəlkə ona görə hər zaman o qadınlar ki evin içindən çıxırlar eşiyə, gedirlər məsələn biləxərə bir kişi kimi işləyirlər. Bəlkə ona görə deyirdilər Zeynəb kişi kimi məsələn düşmə meydana. Belə bir şeylər vardı. Bir də istəyirəm bir şey biləm. Bu Zeynəb Paşanın o özəllikləri, o vijelikləri nə idi ki, öz zamanında bunu nisbətən fərqli göstərə bilirdi. Çünki mən getdim kitablarda axtardım, tarix bir baxam görəm hansı ki nələrdə yazıblar, var bir şeylərə irca verirlər bizim dostlar ki, hörmətli o yazarlarımız ki yazıblar bəzi məqalələr. Altında zirnivislər vardı ki, hardan mənbələr hardandır. Çox qısa-qısa ona işarə və çoxunda adam tapa bilənmir. Nədən bu qədər zəif olubdu bu məsələ? Yəni o zamanın ittifaqında bir şeylər yazılmayıbdı çox. Heç şeirlərdə də çox az buna işarə olunubdu. Ay məsələn, o zamanənin şəraitinə görə bunu qəbulluqları yox idi, çox işarə eləməyiblər. Bəlkə bugün dünyasının adamı kimin tərpənir üçün o zaman çox az idi qadınlar ki, eləyə bilər çıxa və o cür yəni meydanda meydan oxuya cins müxalifinə. Bunu buyurun mənə deyin, bir zəhmət. Bir bu işi siz buyurduğunuz düzdür. Elə indi də məsəldir. Yaşlılar deyirlər ki, Zeynəb Paşa deyərsən ki, ya Zeynəb Paşa lazımdır, ya atlı xavər lazımdır. Bunlara deyərlər. Yəni məsəl olubdu o zamandan. Behtərin bilirsiniz mənbə nə mənədir ki, görək biri xalq qəhrəmanıdır. Çün sizə qabaqcadan demişəm, Bakı yolunda bir zaman mən gedirdim Davərlığa, bir ranəndə ilə çox bəhs elədik. Ranəndə dedi ki, tarixi xəlqan yazmayıb ki, xaqan yazıbdı. Yəni şahlar yazıb, millət yazmayıbdı ki. Onun üçün tarix həmişə onların söydüyü şəkildə yazılıbdı. Əgər də Zeynəb Paşanın uğrunda yazılmayıbdı, biri bu idi ki, bu xalq içindən idi. Şahlara ona buna xeyri yox idi. Mərdum bunu söyürdülər. Hardan biz bunu bilirik? Oradan ki, şeirlər vardılar. Bunun uğrunda şeir deyib. Millətin dillərində bu müxtəlif şeirlər vardılar ki, axtarsa siz bunları tapa bilərsiniz və bu günlərimdə də olacaq ki, yeri olsa və zamanımız olsa, mən bu şeirlərdən oxuyacağam. Axı gəldi dedi ki, Molla Nəsrəddinə deyirlər sənin 7 illik turşun vardı. Bu kasağa gətirmişəm, bir kasa mənə o turşundan verəsən. Molla Nəsrəddin güldü dedi ki, elə həriyə bir kasa versəydim 7 illik olmazdı ki. Zeynəb Paşa da gizlin idi. Üzü açıq olsaydı tutarlar öldürərdilər. Yəni hər zaman partizani, zoru kimində üzün örtürdü, çərşabın çəkirdi üzünə və gedirdi. Bu işləri görürdü, geydirdi. Ona görə çox zamanlarda biz güzarişlərdə görürük, bunun mühərrikləri arvadlar idilər. O zaman üçün hamısı bir məqtədədirlər. Biz bilirik ki, bunlar Zeynəb Paşa idilər çoxu. Bəzilərində ad aparıblar tarixdə. Bəzilərində ad aparmayıblar, məxsusən xarici güzarişlərdəki yazıblar ki, bu xanım idi, mühərriki 3 dənə xanım idi filan. Biz oradan baş tapırıq. Çün o zamandır, həman evdir məsələn, fərz eləyək Nazimul Uləmanın evidir fərzən, Qaim məqamın evidir fərzən, Əli Ayətulinin evidir fərzən. Onları da çün o birisi mənbələri şahid idilər, Zeynəb Paşa yazıblar tarixdə. Pəs biz bilirik ki, bunlar gizlin işlərini görürdülər çox zaman. Ona görə bunlar tarixdə gəlməyiblər. Amma vicdanlıqların soruşdu ki, özəllikləri nə mən idi? Bir yaxşı suxanranlıq elərdi. Məsələn, tarixdə yazıb bir qismətdə ki, bu deyir ki, əgər kişilər sizin qeyrətiniz yoxdur, gəlin bizim çərşablarımızı salın, başınıza gedin evdə oturun bir bucaqda, qoyun biz işimizi görək. Yəni bu suxanvar idi, təhrik eləyə bilirdilər, meydana çəkə bilirdi insanları və yola düşəndə görürsüz neçə yüz nəfər xanım bunun dalasından evlərdən qoşulardı gedərdi. İkincisi bu idi ki, qorxmaz idi. Yəni cürətli idi, savaşan idi, şəhamətli idi, ürəkli idi. Bunların hamısının gözünə alır da o zaman şah zəllullahdır, Allahın kölgəsidir. Onunla mübarizə eləmək, yəni müharibdir, yəni Allahla mübarizə edir. Bəs bu vaxt durur gedir, onun qarşısına bir iş görür, bu zülmün qabağında, bəs bunların hamısını gözə alıbdır. Bunlar umumdətərin onun özəllikləridirlər. Çox-çox yaşayasınız Məhnaz xanım, əziz Elmira.
Sizin bir şeyə bir sualınız, məsələniz vardı, bizlə mətrəh qoyasınız yəni? Var ya, yox. Buyur Məhnəs xan. Çox sağ olasınız. Mən əlbəttə çox təşəkkür edirəm. Sayın Döktürdən bir sualım olacaq. Əgər işarə buyursalar ki, o Fərəh Dibanın atası o zaman o muhtəkirlərdən idi və sanıram bir seri itilaf və yazılar gördüm ki, bu bəhsə işarə edirdilər və bir cür sanki Zeynəb Paşa zamanına da ilgisi vardı. Bunu əgər alar çox məmnun olar. Bəli. Baxın, bir şurişlərin biri ki, əncam tapır, Zeynəb Paşa bu işi görür, o da Nizamul Uləmای Dibanın əleyhinə olur. Nizamul Uləma Hacı Mirza Məhəmməd Rəfi Təbatəbaidir bunun adı. Fərəh xanımın böyük atasıdır. Kimdir? Mirzə Ələsgər Mustafo'nun oğludur. Bunlar Sadat idilər, Seyyid idilər və neçə kitab yazıbdı. Əlbəttə çox səthi kitablardılar. Məsələn, Səfərnameyi Rəzəvi ya məsələn şah məsələn nə cür ovlamışdı, şikar eləmişdi, mənə mərhəmət elədi. Mən bilmirəm bayramı nə cür məclisi təhvili keçirtdim orada, bilmirəm yazdıqları ərizələridir, onun cavabları çox səthi kitablardılar. Amma bunun məşkuk bir üzü var. O da Seyyidülməhəqqiqindir. Bunun oğludur. Xoş. Bu Nəcəfdə dərs oxuyub. İctihad dərəcəsinə yetişib. Məmulən Babılar bu işi görərdilər. Yəni siz baxsaz, Babılarda gedərdilər Nəcəfdə oxuyardılar, ictihadı alardılar. Sonra gəlir məşrutiyyət havadarı olur. Sonra Xiyabani havadar olur Xiyabani gələndə. Demokratların vəkili olur sonra. Sonra Rza Şah zamanı neçə seri nümayəndə olur Təbrizdən. Və sonra biz görürük ki, Rza Şah zamanında naib rəis məclis hətta olubdu. Bu həman Mirzə Cavad ağa müştəhid ki dedik, onun da kürəkəni olur. Fərəh xanım, Fərəh Diba ki, biz indi onu mələkə böyüdürlər, belədir, elədir və bu bilmirəm ərəb hardan gəldi, İslam hardan gəldi, bunlara gərək bu özü seyyidədir. Yəni biz gərək bu cürsünə deyək, bax seyyidi Fərəh Sadat Təbatəbai Diba. Əsl bunun adı budur. Əmisi də Hüccətülislam Seyyid Əbdüləli Təbatəbai Dibadır və böyük babası da Seyyid Məhəmməd Rəfi Təbatəbai mürəkkəb Nizamul-Uləmiya, uləmanın nizamı. Xub, gülmə tarixin tənzlərindən və tənaquzlarından biri budur ki, indi bunu panfarslara, səltənət tələblərə desən, inkar eləyərlər. Vəli xub bu tarixdir də, bu inkar özü vaxtı bunu deyir, bioqrafisində var da, hamı bilir da bunu inkar. Fəqət bunu gizlin saxlayırlar. Bunları demirlər. Pəs bu məşkukdur əslən bu xanəvadə babı olmağa. Və biz görürük ki, Zeynəb Paşa da bunların əleyhinə, hətta bunların evləri siz fərman bu bimaristani Kudəkan deyirlər də, yəni əvvəl Abbasdan sönəndə, Məqbərət Şəriyə dönəndə bir orada Xanəyi Qacar var, böyük həyəti var. Vursanız internetdə də gətirir. Bəlkə eşidənlərin çoxu da o evə gediblə baxıblar. Oranı Əmir Nizami Gərrusi düzəldibdi. O zaman hakim idi. Əslən evin sazəndəsi bu idi. Ki biz görürük ki, bu bicarı idi, Gərrus. Xoş, mamanısı kim idi? Baxın, mamanısı bu hakimin Fətəli Şah öz hərəmxanasından erməni qız idi vermişdi. Buna tövbə vermişdi. Erməni bir xanım 4 dənə bacı idilər, vermişdi birin bunlara ki, tarixi Əzudidə səhifə 67-də bunu əlbəttə yazıb ki, müstənəd olsun burada deyirəm. Pəs biz görürük ki, o Qacar evin در واقع baxın çörəkçilər gedirlər, deyirlər ki, bizə un verəcəksən. Bu Nizamul Uləma vermir. Niyə vermir? Çünki ehtikar eləyib. İndinin dilində randxar deyirlər. Ki şahdan icazəsi var. Hər vaxt lazım olsa satacağam mən. İcazəyə baxın ha. Şahdan icazə alıb millət acından ölsə də mən bunları verməyəcəyəm. 70.000 xarvar buğdası var da anbarında. Fərəhin böyük babası Nizamul Uləmanın. Ki bunları vermir. Millət də aclıqdan o tələf yeyir, bilməm ağac qabığı yeyir, bu cür bizətlər. Tahirzadə Behzad ki deyir bu Zeynəb Paşanın axır işi idi bunun evin tarıc eləmək və bunları yoxsulların arasında paylamaq. Bu deyir mən daimdən istədim ki, məni apar bu evi görüm. Ki getdə gördüm bəli o tutubdu hələ
ot yanmağın iyisi gəlir, eyvandan qan güman Rani Japandan birini vurmuşlar. Qana axmışdı, oradan gəlmişdi və biz bu cür tarixdə yazılıbdı. Kolonel Kasakovski bu briqardi Qəzzaq Rusiyanın fərmandəhi idi Təbrizdə. Öz xatirətində deyir ki, tamam bu ehtikar eləyənlər ya əşrafdılar, ya şahın adamlardılar, ya ruhanilərdilar. Əlbəttə ruhani nəma deyək ki, birinə də dəyməsin. İndi necə bu Urumqi gölünə su getmir, çatmır? Soruşanda deyirlər, ha, pərvərişi mahidir, filan yerlərə bağlıdılar. Adam təəccüb edir ki, o zamanda görürük ki, elə bu rantlar, hökumətə bağlan olanlar, biz öz dilimizdə deyərək böyük başlar. Böyük baş gərək deməyək. Gərək deyək boyunyoğunlar. Boyunyoğunlardılar ki, rantlardan istifadə edirlər və bu işi görürlər. Və o Nizamül Uləmanın adamları var idi da, onlar bu savaşda 15-16 nəfərdə quzarış olubdu ki, adam ölür. Ondan sonra gedirlər bunun qərdəşi ki, Əlaüddövlə idi. Bu qabaqsan Petersburqda səfir idi, İranın səfiri idi və bu zaman ki bu ittifaq düşür, İstanbulda səfir idi. Onun da anbarlarını açırlar, evindən bunları çıxardırlar. Bunu da Kasakovski səhifə 251-252-də deyir, bunların mühərrikləri xanımlar idi 3 nəfər. Çün Tahirzadə də orada deyir, Zeynəb Paşa idi. Biz bilirik ki, elə Zeynəb Paşanın pəs işi idi. Xop, mən icazə buyursaz, burada bir dənə şeir deyim ki, tənəvvü olsun. Təbiətin qəhri tutdu dövrani, göylər ağlamadı, yağış yağmadı. Sıxdı pəncəsində Azərbaycanı, qaçdı ellərimizin ağzının dadı. Vali əmr elədi, yollar sulandı, taxıl karvanları baş aldı getdi. Tehranda taxıldan anbar qalandı, Təbrizin gözlərin yaş aldı getdi. Tehranda taxıldan anbar qalandı, Təbrizin gözlərin yaş aldı getdi. O gün birindən soruşuram idarə bərkarmənd. Deyir baba Tehran qətili bizim burada kəmbudumuz yoxdur ki. Gəlin burada görün 100 neçə illər bundan qabaq da haman söz var. Deyir Tehranda taxıldan anbar qalandı. Təbrizin gözlərin yaş aldı getdi, cəmaət əllərin açdı göylərə, analar döşünə baxdı, vay dedi, bahalıq yol astı kəndə şəhrə, möhtəcir nə yandı, nə də göynədi. Bir küçə başında ucaboy arvad, sarılıb belinə köhnə çadrasın, baxışında qəzəb, içində fəryad, bastırır bağrına cigərparəsin. Qaşları çatlıdı, ürəyində köz. Gəlin, ay qadınlar, bəsdir usandıq. Oğrular, əyrilər dolanır dümdüz, biz isə onların oduna yandıq. Yalvarıb yaxarmaq yaraşmır bizə, nəyə yoxsullara bu dünya dardır. Gəlin elam edək bugün Təbrizdə, bizim də yaşamaq haqqımız vardır. Qapılar, divarlar söykəndi bir-bir, gəldilər qadınlar, açıldı mətləb. İzdiham əlindən küçə titrəyir, kökrəyib qəzəblə danışır Zeynəb. Gəlin yordu bizi bu aclıq, dözüm, taxıl anbarları gözlərdən iraq. Budur ay qadınlar, sizə son sözüm, çarə qılmalıyıq, öləh ya qalaq. Tutqun baxışları döndü sevincə, fərəhli alqışlar dağları çapdı. Baxışlar oynadı incədən incə, qadınlar özünü Zeynəbdə tapdı. Atıldı addımlar, ilkin bir qədəm, hava saf, günəş saf, göy dumduru. Qeyrət damarları poladdan möhkəm, Zeynəb əmr elədi bazara doğru. Küçələr titrədi, duyğular əsdi, bu xəbər dağların gözündə söndü. Buna Haşim Tərlan deyib bu şeiri. Yol boyu eşidən, bilən tələsdi. Qadınların sayı orduya döndü. Küçələr dar gəlir orduya. Zeynəb baxır qadınlar məğrur amman. Bəzilər soruşur bu kimdir əcəb, nər kimi bağırır qəlbində tufan. Bəzisi dillənir bu qoğa nədir, haçan rəhmət olub toxlardan aca.
Nə bilsin qabaqda bir əslan gedir, qeyrəti, mənliyi dağlardan uca. Bax bura ambardır taxıllı, dənli, acıların kərvanı tapdı iqbalın. Sahibi dombagöz, kürəyi ənli, kərvanı görən tək itirdi ağlın. Qapısı qıfıllı, çəpərli ambar uzaqdan göz vurur, çağırır gəlin. Zeynəbin əmrindən titrədi dağlar. Çırpın qapıları, qalxın, yüksəlsin, qıfıllar, çəpərlər açıldı dərhal, qapılar çırpıldı, talandı bir-bir. Acıların gözündə gülən bu iqbal, Zeynəbin qəlbində calandı bir-bir. Taxılın ətri ilə büründü ətraf. Ambara yürüşlər baş aldı getdi. Hamının qəlbində olsa da insaf, yenə də ambarlar boşaldı getdi. Həyəcan, istirab qonub ərsəyə, acıların qəlbində ötən bu anlar. Fürsəti əlindən verməsin deyə aradan çıxırdı yükün tutanlar. Min kişi qeyrəti asıb telindən, Təbrizi zar gördü, usandı Zeynəb. Tarixin gözündə, çadıra belində paşalıq unvanın qazandı Zeynəb. Zeynəbin baxışı, uçuşu qartal, əməli könlündən zirvəsi oldu. Dedim qoy qələmim oturmasın lal. Bu qıssa şeirlə arzım, bu qıssa şeirimlə arzım duruldu. Paşa da bilirsiniz padşah Farsının müxəffəfidir. Osmanlı türklər və Azərbaycanda bu paşa kəlməsi çox işlənər. Mən həmişə bunu düşünürəm ki, bu şeirləri məsələn Şahnamə ki, nəqildir, bilmirəm, əfsanədir. Kaş bunların yerinə bizim qəhvələrimizdə, bizim nəqqalim mərasimlərimizdə kaş əslən dövlət himayət eləyəydi. Bu şeirlər ülgü yaratmaq üçün xanımlarımıza, qadınlarımıza bunlar deyiləydi. Nə Şahnamə Xaniyə filan bu cür cələsələr. E, Mənim zamanımdan 8 dəqiqə qalır. Pəs bunu da idamə verək. Sözü gətirir, arşın bezi gətirir. Xanım Məhnaz İslamının, Döktür Məhnaz İslamının sualı da məni apardı bu vadiyə. O zaman ki Sir Henry Wolf 1890 miladıda İranda vəzir muxtar idi. O zaman gedir şahla görüşür, danışır Nasrəddin şahla. Talbutu mərifə edir. Deyir ağa bu gəlsin sənə də bizat versin, belə eləsin, elə eləsin. Nə mənə tambakı tutum vardı, inhisarın verək buna. Bu heç kəs alıb sat ya varid xaric eləməsin, eşiyə də çıxmasın, içəri də gəlməsin. Hər zət bunun əlində olsun. Şah qəbul eləyir. Tamam İran qəbul edir, amma Azərbaycan bunu qəbul eləmir. Nə ingilisin məmurlarına icazə verir Təbrizə girsinlər, nə Duxaniya kompaniyasına icazə verirlər Azərbaycana. Yəni deyə bilirik əvvəlin mübarizə mənfi, əvvəlin satyagrahı ki İranda biz görürük modern çağlarda budur. İnsanlar bazarı bağlayırlar. Hər zaman ki bazarı bağlayandan sonra dövlət məmurları gəlirlər, onları təhdid edirlər, gərək əsassız belələrik, elələrik və bazar açılır. Amma neçə saat sonra bir dəstə xanımlar əsləhəli gəlirlər. Bazara deyirlər gərək bağlayasınız. Bazarı bağlatdırırlar və səhnədən səri çıxırlar eşiyə. Ki Zəndər Duri Qacar kitabında səhifə 161 və 158-də yazıb bunun rəhbərliğin, liderliğin Zeynəb Paşa əncam verdi. Hökm eylədi Zeynəb Paşa cümlə ənasu fərraşa, siz bazarı basın daşa, dəyənəyi yağlayım gəlim, patavamı bağlayım gəlim. Əhvalat Zeynəb Paşa bitə səhifə 25-də. Patava da sağbənd, yəni ayağa bağlardılar. Pəs dəyənəyi yağlayım gəlim, patavamı bağlayım gəlim. Xalq şeirlərindəndir burada. Tahirzadə də bunu səhifə 84-də gətirib ki, heç kəs bu şəkildə onların hüviyyətlərini tanımırdı, bu işi görürdülər. Və sərəncam bu belə mübarizə ki, xanımlar nehzəti təmbakuda, در واقع heç kəs bunu tarixdə indiyəcən şayad məndən qabaq deməyibdir ki, nehzəti təmbakunu xanımlar vücuda gətirdilər və imtiyazı məcbur oldu şah ləğv eləsin. Biz Zənan İran در جنبش مشروطه kitabında səhifə 43-də də görürük ki, bu Zeynəbin sözlərində orada yazıbdır ki, siz əgər qorxusuz, biz gedək sizin yerinizə təmkarlarla, zalimlərlə savaşaq. Bu da bizim
O birisi bölüm və son bölümə getməmişdən qabaq mən sualları eşidim, ondan sonra gedək son bölümümüzü söhbət eləyək. سلام عرض edirəm əziz dostlara. Çox sağ olun, yaşayasınız. Çox məmnun əziz dökürümüzdən. Çox məhəbbət elədiniz. Kimya xanım, əziz Eliyar bəy, Məhnaz xanım və Özgür bəy, çox sağ olun, yaşayasınız. Əziz dökürümüz, bilmirəm dostlara əgər sualları var, Mike در واقع hand raise açıqdır, eləyə bilərlər, təşrif gətirsinlər. Sualları mətrəh eləsinlər. Amma mənim özüm bir dənə sualım var idi əziz döktürümüzdən, ağay döktürümüzdən ki, nəqşi zənan, yəni o dövrədə xanımların nəqşi nə mənə imiş və aya əsən o dövrədə xanımlar çalışa bilərdilər, yəni öz həqlərin üçün. چون bilirik ki, خب خفقان زمانی imiş o zaman. O mənim sualımdır və ayrı əzizlər, dostlar, əgər sualları var, çox məmnun olaram ki, müşarəkət eləsinlər otaqda və biz də eşidəksiz əzizlərdən öyrəşək. Məmnunam əziz Eliyar bəydən, Kimya can, sizin muhakizi gördüm, bəli, buyurun. Mən də çox təşəkkür edirəm. Mən də bəlkə bu sualımı eləyim, sonra ay doktor başlasın o 3-cü bəxşlərini söhbət eləsin. Ay doktor, Zeynəb Paşa o tarix təvəllüdünə görə çox zatlar var, çox şeylər yazılmayıb. Bəlkə 130 il, bəlkə 120 il, yəni o 20-ci qərnin o əvailində yaşayıbdı. O cür ki, mən axtardım. Elmira deyən kimi o Qacar zamanıdır. Çox o structure çox sünnəti halətdə, siyasətdə, sosial dünyasında qadınların da az huzuru var. Yəni ruznamenikarlıq olaraq ya məsələn o çox məhdudiyyətlər vardı təbiətən orada. Qadınlar gizlin çalışırlar. Amma nə var bu gizlin çalışmada? Çox ibtikar əməl var və çox təsirləri vardı. O zamanın xəfəqanı ilə bu zamanda ki, hər şey açıqda, sosial media vardı və insanlar rahat-rahat, qadınları mənzurumda, rahat sözlərini deyirlər. Bu zaman, yəni o zamanın qəhrəman qadınlar çox çıxıbdı. İndiki demirəm yoxdur, bəli, indi bəlkə çox az olur. O təsirgüzarı ya cəmiyyət çoxalıbdı. Dəlailini istirdim biləm ki, bu günlə müqayisədə o zaman ya cəmiyyət az idi, ya qadın çox az idi meydanda. Ona görə bu qadın eləyə bilirdi, o əsli təmərküzü var idi. Çünki çıxmamışdı meydana. Ətrafdakı haşiyələr bunu təmərküzündən uzaqlatmamışdı. Bugünkü dünyada yox, o qədər fərqli baxışlar var. Ətrafdakı həvaşilər, istikaklar ki gəlir, o təmərküz aradan gedir. Mən belə düşünürəm. Sizin də düşüncənizi öz düşüncəmə görə istəydim soruşam. Görəm bugünkü mübarizələrimizdə bu qadınlar nə mən elə. 3-cü bəxşinizdə də söhbət eləyəndən sonra bəlkə içində bu söhbətlər müstətirdir. Hər halda sizi eşidirəm. Buyurun ay doktor. Əvvəl sualı ki, mətrəh buyurdular, xanımların nəqşi nə mən idi. Mən fikirəm ilk bölümdə buna pərdaxt elədik, şayad o qismətdə yox idilər. Amma ümumi surətdə Qacar zamanında xanımlar gərək hərəmdə olaydılar, əndərunda olaydılar, hətta həyat ayrı idi. Bunlar eşiyə çıxmazdılar, bunlar bilmirəm, ağadan dalı bir cinsi idilər. Yəni baxın, məsələn, hətta haqq rəyləri fərz eləyək ki, məclis açılır, yoxdur. Əlbəttə bunu da deyim, Azərbaycanda çox mütərəqqib. Biz Suisə baxanda 50 il bundan qabaq haqq rəy tapıblar xanımlar. Suisə baxanda modern idi də. Amma ya İran özünə baxanda 1341 İsfənd ayında fikirəm oldu da. 1341-də olubdu. Siz Təbrizdə pişəvəri zamanı 1324-də xanımlar özü də 18 mindən o cür ki, mən pişəvərin kitabını tərcümə elədim, yəni məqalələrini tərcümə elədim. 18 min nəfər Təbrizdə rəy veriblər o zaman xanımlar. 1324-də, yəni qəbl az tamamı bu müsəlman ölkələr, yəni hətta Avropa ölkələrin özündən qabaq Təbrizdə bu nəqşə hətta istəyiblər versinlər. Amma Qacar zamanında Səfəvidən başladı, Qacarda şiddət tapdı ki, xanım və bilmirəm bəşlin divanələr, ondan sonra xaricilər
naqıs əqllər gərək rəy verməyələr. Qanunlar bu idi və xanımlar da gərək rəy verməyələr. Qacar zamanındakı məclis açıldı bu cür idi ki, pişəvəri demokrat bir hərəkətdə gəldi bunu sındırdı. Pəs xanımların nəqşi çox vaqəən faciəbar idi. Amma o faciəbar nəqşdə də xanımlar özlərini itirmirdilər. Biz görürük ki, Fətəli Şahın qızı məsələn Fars tərəfində idi, fikir edirəm, hakim idi. Neçə dənə də bizim hətta hakimimiz xanımlardan gəlir qabağa, fəaliyyət eləyirlər. Amma bu ki, Kimya xanım soruşurlar, bu cəmiyyətşünası sualıdır. Mən tarix mühərrir işləmişəm. Bu ki, niyə indi bunlar yoxdular? Böyüklərin şahid dəlili ki, mən öz yorumumu, öz baxışımı deyə bilərəm. O da budur ki, biz yaxşı olğu-sazə eləməmişik. Biz ki deyəndə elə buna hakimiyyət də müqəssirdir, müəllim də müqəssirdir, danışgah da müqəssirdir, media ya rəsanələr də müqəssirdir. Və biz bir balaca şəmıq da elə bu Clubhouse ki, gedir neçə min nəfər bunu Telegramda, sonra neçə 10 min nəfərlər deyək, hətta 100 min nəfərə qahən qalxır. Instagramda bunu görürlər. Biz vaxtı bir dənə Həmidə xanımdan deyirik, bir dənə bilmirəm Zeynəb Paşadan deyirik. Əslində biz bu feminizmi cümbüşə, feminizmdə deyəndə bərtəri xanım yox, bərabəri xanım ki, o da insandır, bu da insandır, hüquq bərabərləri vardır. Biz در واقع o ki əlimizdən gəlir olgu sazı, yəni siz hər bir işə nəqşə rah lazımdır. Hər iş başlamamışdan qabaq, hətta bir də ev də düzəltməmişdən qabaq nəqşə düzəldirlər. Biz o nəqşəni əldə etməmişdik və bu Clubhouse-lar köməklik edirlər ki, biz bu tarixin ürəyindən işıq saçırıq, bunlara olgu düzəldirik, pattern ya olgu yaraldırıq və gedirik qabağa. Əgər ayrı sual yoxdur, mən axır bəxşi qurtarım deyim sözlərimi. Ağay doktor Eliyar bəy üzr istəyirəm. Bəli, Eliyar bəyin sualları var, söhbətləri var və icazə verəsiz. Eliyar bəy, mən sizdən istəyirəm, bir xahiş edirəm. Biz bir il bundan qabaq Kəlabə Şورای Zənanda bir dənə otağımız oldu. Zənan az məşrutə ta امروز. İstəyirdim sizdən bir xahiş edirəm ki, əziz kimyadan Eliyar bəydən və sizdən ki, yenə biz bu otaqları idamə verək və اون پس de sizden açaq və به طور مدون bu otağımız olsun. Çün çox mühüm məsələdir. Çünki mən xanımların, qadınların məsələsində çalışıram və çox mənə در واقع önəmli mövzudur. Ona görə sizdən istədim, xahiş edirəm ki, həttəmən bu otağı açaq və در واقع ادامه verək. Davamlı olsun otaq. Çox məmnunam sizdən. Eliyar bəy, buyurun, mایک sizdə. Çox məmnun xanım Cövdür. Mən bu sual ola bilər ki, bilirik ki, Təbriz uzun zamanda paytaxt Darüssəltənə olub, çoxlu tacquzarlıqlar olub və çoxlu şahlar gəliblər, gediblər, Cahanşah, Qaraqoyunlular, Ərğun xan, İlxanilər, Əbu Səid xan, Şah Təhmasib, ikinci Şah Təhmasib. Və biz bunların məzarlarını tapa bilmirik, ya tanımırıq, ya necədir. Mənim sualım müşəxxəsən bu ay doktor Rəmabayatdan budur. Bu qədər şöhrət, bu qədər yazılar, bu qədər surudlar və millətin folklorunda, dilində gedən Zeynəb Paşa haqqında Zeynəb Paşanın məzarı və qəbri hardadır ay doktor? Bu sualım bu olacaqdı, bəlkə axır sual idi. Xidmətçidən soruşdum, ondan sonra son söhbəti yenə sizdən eşidəcək. Məmnunam xanım doktor Elmira xanım. Buyurun ay doktor. İlk bu ki ayrı bir Clubhouse ola, buna özüm çox rağibəm. Amma həmişə mən çalışmışam ki, elə danışığımda, Instagramda, Clubhouse-da, öz günlük fəaliyyətimdə öz ruhi məsailimi qarışdırmayam. Bəlkə Kimya xanım və Eliyar bəy bilirlər ki, bir para nədənlərə görə bəlkə indi fəaliyyətim daha çox olmasa yaxşıdır. 1-2000-ci bu gün axşam mənim o kiçik qardaşım mordə, yenə də Tehrandadır, xəstəxanadadır. Amma yansımasın deyə mən çalışdım ki, öz yolumuzu elə gedək qabağa. İcazə verin bir zəmrə özümü tapım, biz elə gedək qabağa. Qətvən özüm rağibəm ki, yəni məni əlaqəməndəm ki, özüm təhqiq eləyəm ya danışam bu haqqda və əlimdən gələni
əncam verəm. Eliyar bəy, bunu deyirlər Şəbistərin tərəfində bir kənd vardı, orada Zeynəb Paşa qəbri vardı, oradadır. Əlbəttə bunu çünki biz bilirik ki, Zeynəddin idi. Şeirdə də Zeynəddinin məscidində gəldi, yığışdı, bu söhbət var idi və əlbəttə bu Əmrə Zeynəddindən gəlir ha bu adı da deyim. Biz bilirik ki, oralıdır. Bəziləri deyirlər Kərbəlada quyulanıbdı. Mənim öz iddiam olsa ki, mən deyirəm yox. Mənim böyük anam, yəni böyük atamın anası Zeynəb burada olubdu, Təbrizdə olubdu və burada da quyulanılıbdı. Amma hər halda bu qəbirlər üçün qəbristanlıqların çoxunu vurublar bir-birinə. Baxın, indi mən bu günlər nə mənənin üstündə çox dərs çalışıram. Bu ki, mənim anam böyük atası Naib Yusufdur. Bunu hardan deyirəm? Bu haman xəstə qardaşım ki vardı. Bu deyir ki, mən əmidən eşitmişəm, anamın əmisindən eşitmişəm ki, bu məşrutəsi məşhur idi. Mən araşdırdım, o əminin də oğlunu tapdım. Bu dedi ki, bəli, burada şeydə, bu Gümüşqəyədə, yəni Təbrizdə Abresandan gedəndə bu Riza Nijat vardı. Gümüşqəyə, Dəməşqiyə indi deyirlər. Orada Şəhdarin rubarısında bunun evi var idi. Hətta orada indi küçəsi vardı, Naib Yusuf adında. Amma mən bilmirəm dedi bu haman məşrutəçidir ya ayrı naib. Naib də bilirsiniz, bəzi adamlara verərdilər hakimin bir dənə naibi olardı. Bu Naib Yusuf ki Ərdəbildə, Naringələdə Səttarxanla ba həm əsir idilər. Sonra ikisi ba həm qaçırlar, sonra məşrutiyyətdə çox çalışır və ruslar bunu asandan sonra da yarı bölürlər ki, sonra bu quyulamaq üçün gəcinlə yapışdırıb və quyulurlar. Mən məsələn soruşdum bunun qəbri hardadır? Dedi ki, Hüseyni qəbristanlığı var idi, orada idi. Mən o cür eşitmişdim və hətta görmüşdüm uşaqlıqda. Bu cürsünə dedi. Amma bu ki, aya bu Zeynəb Paşa, çünki bilirsiniz neçə dənə şahid Zeynəb Paşa var idi, neçə dənə Naib Yusuf var idi, məşrutəçi var idi. Bu olardılar, onlar deyirlər. Hətta mənim öz anamın şöhrəti Əqdəs naibidir. Ki əlbəttə bunların axırında da Nik Nejat, o birisi əmi ki var idi, sicilli verəndə Məhəmmədi Nejat, Meymənət Nejat, məsələn əmməsi var mənim anamın Fatimə fikirəm oradan olur. Bunların hamısı da uzun bəhsdirlər. Bəli, çün yazılmayıb bu tarixdə, bunlar məbsut gərək təhqiqat ola. Ya sənədləri soralar çıxarlar, biz bu sənədlərdən bir zətləri çıxardıq. Təəssüf olsun ki, çün bizim baxın o günlərimə bir fars pejlərin birində yazmışdı ki, bizim 50 il tariximiz olub, 100 il tariximiz olubdu İslamdan sonra. 100 ili nə mənə tutur? 50 ilin bilmirəm Pəhləvini tutur. Biraz da Lütfəli xan Zəndidən zətdən bir məhəllə balacə hökumət var idi İran cənub tərəfində Şirazda. Oranı da özlərinə çıxıb. Bəqiyəni hamısını biganə, xarici, özgə. Yəni bu Səfəvi ola, bu Qacar ola, bilmirəm Ağqoyunlu ola, Qaraqoyun. Azərbaycaniya türk unsurun biganə görüblər həmişə. Səlcuq, Qəznəvi o zamandan. Hər hökumət də gəlib, qabaqcı hökuməti aradan aparıbdı. Bu da çox təbii bir zaddır. Yəni Pəhləvi bir illətdə Qacarın istəyirsən rəddi olmasın, kaxları, binaları, imarətləri aradan apar. Çevirirsə bu qəbirləri. Mərdumun da qəm inan əgər bu quzarət şamlı dedi. Çörək dərdi var idi. Bunların çox dalısından getməyiblər. Hökumətlərin gücü olubdu. Bu dəlillə görə bizə düşür ki, indi gedək bunların dalısından. Bizdə də nə güc vardı? Bizim hangi gücümüz vardı, hakimiyyəti gücümüz var ki, gedək bunların dalısından və bir miqdar işimiz çətindir. Bunları şəxsi fədakarlıqlarla insanlar eləyə bilərlər. Sizə tay, Kimya xanıma tay, xanım İslamiyə tay, zaman ayırırsınız, bu işləri görürük, mən də özüm bu işləri görürük, hamısı xalq üçündür, millətimiz üçündür. Böyük fədakarlıqlara niyazımız vardır. Gedək bəhsimizə ki, سرکنسول انگلیس سیسیل وود idi. Bu guzarişi ki yollar səfir İngilis Tehrana, Diyoranda, orada bu tüm şahid bu ruydadlar idi, bu ittifaqlar idi ki Zeynəb Paşanın bu ordinədir. Orada biz zətləri biz çıxarda bilirik. Ki bu deyir Doşənbə səfərin 6-sı 1274-ün söhbətidir. Bu tarixdəki dedi Zeynəb Paşanın doğum ili çox dəqiq bilinmir. Biz Nezə Tənbaqdan tutanda mənim öz böyük atam da şinaslamasına 1271 yazıbdı. Bu ittifaqı ki yazıbdı 1274-dədir ki bir qrup xanımlar getdilər qaim məqama, dedilər bu çörək yoxdur, gərək ambardarlara deyəsiz və təhdid elədi şurişə. Şənbə 11 səfər, yəni 5 gün ondan sonra arvadlar xiyabanlara töküldülər və bir qrup da ayrıldı, vəliəhdin kaxına sarı getdilər.
100 nəfər atdı qan məqamın adamlarından, Niruhay ضد şurişdiyində gəldilər bunların qabaqlarında dayandılar, amma xanımlar yol tapdılar, cəmiyyətləri çox idi, kişilər də qarışdılar bunlara, qan məqamın evinə tərəf yüyürdülər və 5 kişi elə orada öldürdülər. 5 kişi cəmiyyətdən öldü. 3 nəfər də kənarında oranın bir körpü var idi, orada öldülər. Ki töküldülər bazara, bazarı bağlatdırdılar, çörəkçilər qarət oldular. Mühafizlərdən Kaxdan, saraydan, şahın, vəliəhdin sarayından vurdular, 2 nəfəri də orada öldürdülər. Şairi ki o dövrədə şeir deyibdi, Zeynəb Paşanı bunların rəhbər eləyibdi. Yəni o zamanın şairi Zeynəb Paşanı bu ittifaqa rəhbər və lider təyin eləyibdi və deyibdi. Yekşənbə 12 Səfər ki o zaman vəliəhd kim idi? Müzəffərəddin şah idi. Və bunlar vədələr verdi. Dedi, nə bilmirəm 12 şah olacaqdı, qəramət verəcəm ölənlərə. 750 tümən də hətta verdi. 2250 tüməni qaldı. 12 nəfərin elə bir qanim pulun verəcəkdi. Uzun nəqillər olur ki, bunlar gedirlər, amma xoşbəxtanə eləyə bilirlər. Neçə dənə də anbarı oradan çıxasınlar. Hətta qaim məqami kürəkəni Lütfəli xan idi. Bəylər bəy ki dedik bu qədim zamanlardan türklərin arasında vardı. Bəylər bəydə Təbrizdə bir məqam idi ki, şah da əsasını onun belində sındırmışdı. O da qorxusundan canını götürüb Məşədə qaçır. Çünki vəliəhd də qəzəb eləmişdi. Müzəffərəddin şah demişdi ki, bu nə vəziyyətdir, şəhərdə gəlirəm. Sər konsul İngilis guzariş içi verirdi bir təbəqə ki, ruhani nəmalar vardılar. Bunlarda 73.300 xalvar ehtikar eləyiblər, qəllə. Yəni böhranı çörək vücuda gəlir. İndi necə böhranı bərq vardı, böhranı su vardı. Əlhəmdülillah tamam böhranlar. O zaman da çörək böhranı var idi. Hər uzaqdan çörəkçinin qabağından kişinin, arvadın səsi gələrdi, qışqırbar səsi gələrdi. Və cəlib budur ki, bir kitab vardı, bu Ayı Rizazad nəql eləyibdi Səfiyyə 81 kitabında ki, o da Səfiyyə 35-36-sından oranı nəql eləyibdi ki, Profesor Şuka Ukazaki Japonlu mühəqqiq təhqiq edib 1250-nin qəhdisindən deyir babam, əslən bu məsnui qəhdi idi. Yəni tədbir yox idi fəqət. Necə ki bizim dedik Urmiya gölü, niyə Van gölü elə haman iqlimdə qurumayıbdı? Niyə Göyçə məsələn gölü qurumayıbdı burada Azərbaycan Ermənistan arasında? İqlimdə müşkül yoxdur, tədbirdə. Orada dediyi bu qəhdi tədbirsizlik əsərində olubdu. Çünki quzarışlar ki biz görürük hardan məsələn səyyahlar deyirlər dəvə yükləri gedirdi, qəllələr var idi, barişlər, yağıntılara baxırıq biz görürük o zaman bu qəhdi məsnui idi və qəhr təbiətin təsiri azdır, amma bu mühümdür. Və quzarışlarda biz görürük ki, Nasrəddin Şah zamanında 3000 xanıma yetişir bunların əllərində ağac olur, təzahürat edirlər. Bunu hardan deyirəm? Guzarış‌های از təbrizdən əsnad Vəzarət Xarici Fransa cild 42 1895-də ki, Məradan qoşun gəlir, tirəndazlıq eləsinlər və 5 xanım biz görürük, bir dənə Seyyid şəhid olurlar onda. Ruhanilər qarışırlar bu xanımlara, bu Nehzət-i xanımlar vücuda gətirmişdilər. 3000 dənə xanım yazılıbdı bu quzarışda və gedirlər ruhanilər konsulgəri Rusiyada hətta təhəssün edirlər. Sabahsı təzəşdan təzahürat olur, 3 nəfər xanım ölür, bir tədad yaralı olurlar və şüarlar çörəkdən sönür Qacar hökumətinin əleyhinə. Və o zaman da gedirlər Qaim Məqam Mirzə Abdurrəhmin anbarın müsadirə edirlər. Etimad Səltənə Ruznamə Xatirəti 11 Səfər 1274 Şəmsidə rivayət edir ki, 20 ta 30 nəfər adam ölübdür. Və deyir, mən Vəzir Muxtar Rusu Təbrizdə gördüm. Mənə bir elamiyyə çıxartdı ki, bu cür yazıblar Taifi Təbatəbai, Qaim Məqam ki, o zaman hakimi şəhər idi. Divarlara yapışdırıblar ki, bunlar ehtikar edirlər. Bu nə cəryandır? Və əlbəttə mərdum o zaman ki, bu elamiyələr yapışmışdı, Seydəmzə küçəsindən keçirdilər ki, üsküllərdən bu Qaim Məqamın adamları var idi. Əlbəttə üsküllərin qəlbinə gəlməsin. Zeynəb Paşa dedik, üskülü idi əslində atası. Ki oradan vururlar 30 nəfər də ölür ki bir şuriş başları. Və icazə verin deyir ki qaldı Təbrizdə çün təxt hökumət xali gətirib eylədilər qaim məqami vali.
Özü vermirdi könül vəli iqbali, hökmran oldu əcəb məmləkəti İranə. Təbrizə hakim olanda bu, olub şəhr şuluq, olmamışdı bu neçə vaxtda bu növ bahalıq. Gördülər yoxdur bir qeyrət kişilərdə kişilik, qeyrət əl verdi ənasa, ki çıxa meydana. Ənas dayanı xanımlar. Gördülər yoxdur əlacı dayanıb bəndə piçaq, öz yanında dedilər biz nə qədər səbr eləyək. İl günü axşamacaq 5 şahı pambıq ayıraq. Onu biz şəmə verək, ya kömürə, ya nanə. Dəhbaşı Zeynəb edübdür xəbər hər bivəzənə, hamısı alət hər bilə sərasər bezənə. Dedi siz şuriş edin ta soxulaq dəlləzənə. Dəlləzən də o gən dəlləzən Sadiqiyyə ilə bir bazar vardı İşrətul nədir? Yəni siz meydan ağzından gedəndə, üz aşağı gedəndə məmulən cacimdən, cilimdən, kət məsələn cecimdən əza satırlar. Hamısı bazardan sonra ora dəlləzən deyərlər. Dedi siz şuriş edin ta soxulaq dəlləzənə, rasta bazarı görüm bağladıram mən ya nə. Zeynəb hökm etdi dəyənəkləri ta yağladılar. Xovf edibdir bazar əhli başa baş bağladılar. Gördülər bu işi, gəh güldülər, gəh ağladılar da dura bilmədi, qaçdı hərəsi bir yana. Rasta bazarı odəm bağladı üçün əhli ənas, qarı körpüsünün üstü belə basabas, bu sədani eşidib qaim məqam oldu həras. Çünki burada qaim məqamı moridindədir. Guxta icma eləyə xəlq evi talanə, hükm edib bir neçə əlva ki çıxsın damə. Hərə bir aynalı. Aynalı əsləhiyyə deyirlər. Bir cür əsləhədir. Hərə bir aynalı əllərdə götürdü adama, güllebazlıq işə düşdü, çoxu girdi hamama. Çoxuna güllə dəyib öldü, bulaşdı qanə, bu işi verdi biri Həzrəti Valaya xəbər. Neçə rahat oturubsan, necə rahat oturubsan, xəbərin yoxdur məgər qaim məqamın evini xəlq eləyib zir و zəbər. Güllədən bak eləməz xəlq gəlibdir canə. Buyurub Həzrəti Vala ki, deyin xəlqə tamam, bu günü səbr eləsinlər, hamı olsun aram ki, sabahdan çəkərəm mən bu işə bir əncam, sallam hər nirxi yəqinən mən özüm mizanə. Vermədi dəhbaşı Zeynəb bu sözə əslən quş, dedi cəmiyyətə ta tazədən eyləsinlər xuruş, içmişəm an ki, qoymayam qala sağ bir göduş. Kişi yox, biz dedi çıxmaz sözümüz. Kişi yox. Biz dedi çıxmaz sözümüz yalanə. Bu həqir, yəni şair deyir. Bu həqir evdə o gün qorxudan avara qalıb, tazədən top tüfəyin səsi naqah ucalıb, rəngi təğyir tapıb, haləti yeksər dolanıb, az qalıb qorxudan ol vəxt ola divanə. Əgər biz baxsaq bəs bu Ənbar Qaim Məqam da bir son işlərindən idi ki, Zeynəb Paşanın bu qəhrəmanlığına irtibatı var idi. Bir ömr Həzrəti Zeynəbdən ilham alaraq, yəni o xuruş, o şurəngizi, o danışmaq, o təhrik əfkar umumidən sonra gedir Kərbəlaya və 1280 məsələn guzarış olunubdur partizani dərcılıqlardan sonra və azadçılıq susuzudur bu. Baxın İmam Hüseynə o qədər gahən fər'iyyat, təfərrüat çoxalır ki, əslən əsl hədəf ki, zulm və sitəmə qarşılıqdır. Bu əslən yaddan çıxır ki, İmam Hüseyn nə üçündür? Yəni tərəf adımızı qoymuşuq. Mən özümü deyim İmam Hüseynçi, gedirik bir dənə çörəkçi, məsələn çörəyi yanıq bişirəndə, baha verəndə dilimiz olmur orada dildən ki, nə var, bu məsələn narahat olmasın, satmasın sürə fərmandarıya şikayət edərəm. İmam Hüseyn ailəsindən keçir Kərbəlada öz hədəfi üçün. Biz nə cür İmam Hüseynçiyik ki, zülmlərin müqabilində biz səsimiz çıxa bilmir qahən. Bunu da nəzərdə tutun. Və Dairətül Maarif Təşəyyüd cild 8 səhifə 599-da Zeynəb Paşadan quzarışı var dövrəyə məşrutiyyəti ki, bu da ayəndədə üçün dedim təhqiq edirəm. Bu böyük atamın anası ki Zeynəb Paşa deyilib və Babuli Zeynəb deyilib və ixtilaf var bizim xanivadədə. Onlar ki məxsusən fot eləyiblər bunun moridində. Bunu da biz danışaq, amma hər halda Zeynəb Paşalar çox olublar və Zeynəb Paşalar
İndi niyazla bizim camiamizdə şədidən təəssüf olsun ki, xurafəgəri rüşd eləyibdi. Təəssüf olsun şədidən xurafəgəri rüşd eləyibdi. Bilmirəm xanımlarda bu falı qəhvədir, bilmirəm rəzəbdir gedim cakili də alım. Bu cür bizatları kaş qoyaq kənara və gedək kitab götürək, kitab oxuyaq. Bu dekor evimdir, bu yeməlidir. Mən nəsihət eləyən bir adam deyirəm. Amma vaqəən inhitata gedir. Camiə bu şəkildə inhitata gedir. Mən son şeirlə ki, 2 bəndidir. Bundan sözümü istirdim qurtaram. Deyir, çün qadın nehzətinə rəhbər olub, adı dillərdə qalıb əzbər olub, göstərib xeyli rişadət o qadın, xəlq Zeynəb Paşa qoymuşdu adın. Oldu Zeynəb Paşa xəlqin dayağı, nehzətin qoymadı sönsün ocağı. Xəlqə xatir əlinə aldı zopa, dizədək bağladı möhkəm patava. Gecəz xeyrə qalsın. Çox sağ olun əziz ustadımız. Kimya can üzr istəyirəm. Çox sağ olun, yaşayasınız. Çox gözəl otaq idi. Xanımların moradında otaqlar mənə çox gözəl gəlir. Çox sevindim bu otaq üçün və qabaqki otaq ki mənim iftixarım var idi. Dar vaqa əzizlərin huzurunda olam. Çox məmnunam öz tərəfimdən, əziz dostlarım tərəfindən. Təşəkkür edirəm sizdən. Yaşayasınız. Kimya can üzr istəyirəm. Mən istədim öz tərəfimdən təşəkkür edirəm və ayrı əzizlərdən ki, həmişə kimin bizlə bərabər huzurları var otaqda və istədim xahiş edirəm ki, otağı paylaşasınız sosial mediada, Instagramda və kanalı Telegram, əziz ustadımızın kanalı Telegramları var ki, siz əzizlər paylaşa bilərsiniz ki, biz burada istifadə edirik, öyrənirik. Əziz ayrı dostlar da ayrı fəzada sosial mediada eləyə bilərlər. Dar vaqa eşidərlər və istifadə edərlər. Çox məmnunam. Hər vaxtınız xeyir. Ümid edirəm ki, yenə də bu otaqlar açılsın və biz burada sizdən istifadə edək və öyrəşək. Çox məmnunam. Kimya can, Eliyar bəy, Özgür bəy, Məhnaz xanım və hamı əziz dostlar ki, audiensdə bizlə bərabər həmişə huzurları var və bizi yardım edirlər. Çox məmnunam. Əziz Kimya, buyurun. Mən Kimya xanım ilə mayk bağlıdır. Kimya xanım buyur. Səsimdə mən dedim və səlamatım olsun. Yox, mən dedim və mənə səs qət olubdu. Kimya can, buyurun. Üzr istəyirəm. Mən də təşəkkür edirəm tamam sizə əzizlərdən və aşağıda bizi eşidənlərdən. Ay götür söhbətləri qutuldu, amma söhbət şeirində indi o mətləbi ki oxudular, Dehbaşiyə işarə elədilər. Zeynəb xanım Paşa Dehbaşi təsəvvürətən. O Dehbaşilər də ki indi İranda vardılar, bəs qeydir elə həman Təbrizin Dehbaşilərinə. Bir də ay doktor, bəlkə mən sualımı düz mətrəh eləmədim, siz düz buyurursunuz, o məsələ düzdür camişünasınızdır. Amma baxıram, çünki tarixdə o təhlillər olur, bir dənə sosial fəzanın təhlilini eləsiniz, o rəftarları, o təslimləri ki tutulur, o insanların o mübarizələri, o bəstəri zamanın üstündə özünü göstərir o kitabda, tarixdə yazanda. Ona görə düşündüm, bəlkə sizin oxuduqlarınız ki, o mübarizələri təbiətən oxuyursunuz, nə cür hərəkət ediblər, hardan hara. O bəlkə bizə köməklik eləyə, o strukturu ki, istəyirik, məsələn, ictimai halda onu dərk eləyək, bu qadınların nəqşini. Ona görə mən buna sualımı bu halətdə mətrəh edirdim ki, bəlkə o söhbətlərin içində buna işarə olunur ki, bu gün məsələn fərz eləyin Zeynəb Paşa diridir. Hansı meydanda mübarizə eləyəcəkdi? Bizim sərpərstxanı var, analarımız var ki, Zeynəb Paşa getdi açdı və uşaqlarına dedi ki, uşaqlarınız acından ölməsin. Getdi hər yerin qabağını açdı ki, iktikar eləməyin, uşaqlarımız acdılar. Yəni istəyirəm deyirəm, belə mübarizə analarımız var. Amma durub böyüncü camiədə Zeynəb Paşa kimin zupasını əlinə ala və meydanda mübarizə eləyə, siz deyən kimin bəlkə bəlkə xurafələr qoymur, bəlkə o elin sözü qoymur. O həmin bunlar ki, orada məhdudiyyət var idi bizim qədim, yəni o zamanda 100 il bundan, 120 il bundan qabaq.
Amma indi çox azaddır. Pəs bu hesabla azadlıq o mənada yox. Qismət olur. Bəli, mən mütəvəccüh oldum. Baxın Kimiya xanım, bu ərsə fərhəng ərsəsidir. Yəni indi zopa götürüb və anbar açmaq zamanı deyil. Hər məqtəin özünün şəkli mübarizəsi vardı. Zülmlə, sitəmlə, mühtəkirlərlə, onlar ki, zaluk min camənin canına düşüblər, onlar ki, özlərin ərbabı qüdrətə düyünləyiblə qahən. Bizim fərhəngi mübarizəyə indi ehtiyacımız var. Yol budur və məsir budur. Çox sağ olasınız. Təşəkkür edirəm cavabınızdan. Əgər dostların söhbəti yoxdur, Radio Haray axır musiqimizi salsınlar. İnşallah gələn günlərdə ay dötürün o deyərlər title ekibinə yollayacaqdı. Mən səri dərba title vurmanı notification sizə gələcək. Otağın üstündə Bilgəmiş podcast vardı. Neçə tərbiyyət saatdan sonra bu söhbət Bilgəmiş podcastda yayılacaqdı və çünki MP3 gələcək. Odur ki, siz oradan rahat download eləyib qulaq asa bilərsiniz. Bəlkə bir də Clubhouse-dan rahat eləyə bilməzsiniz işləsiz. Həm də Döktür Rəhman Bayrağın Tarix Bil kanalında yayılacaqdı. Sizi Allaha tapşırıram. Özgür bəy, buyurun Radio Haray axır musiqimizi salsın. Ey vətən oğlu düşün, bil ki sənindir bu vətən. Sabahın həm bugünün, həm dünənindir bu vətən. Sənin öz dövlətin